Salam, hörmətli izləyicilər. Xoş gördük hər birinizi. Mən bugün sizlərə test toplusundan adi və onluq kəsrlər mövzusuna aid olan test tapşırıqlarının izahını verəcəm. İnanıram ki, izləyən hər bir kəs üçün çox faydalı olacaq. Onu da nəzərinizə çatdırım ki, sualların sayı bir qədər çox olduğu üçün videonu 2 hissəli etmək qərarına gəlmişəm. Bu birinci videodur. Sualların davamını isə növbəti videoda izah edəcəm. İndi isə çox vaxt itirmədən keçək testlərin izahına. Birinci sualda deyilir: onda 7 kəsrinin surət və məxrəcindən hansı ədədi çıxdıqda 3-də 2 kəsri alınır. Deməli, bilmirik hansı ədəddir. Həmin ədədi bir x ilə işarə edirəm. Surətdən də, məxrəcdən də çıxıram və yekunda nə alınır? 3-də 2. Çarpaz vurma qaydasından istifadə etsəm, bu mənə verər 7 dəfə 3 21, çıxaq 3x bərabərdir. 2 dəfə 10 20 çıxılsın 2x. X-ləri bir tərəfə keçirsəm, alınır ki, x bərabərdir 1. Doğru cavab oldu B variantı. Keçək 3-cü sualın izahına. Turist yolun 5-də 3 hissəsini getdi. Yolun hansı hissəsi gedilməmiş qaldı? Baxın, bir tam gözündən baxırıq. 5-də 3-ünü gedibdirsə, 1-dən çıxırıq 5-də 3-ü və bu bizə verir 5-də 2-ni. Və yaxud da bunu tam başa düşmədinizsə, mən bir dənə yol çəkdim, tutaq ki, və məxrəcdən də görürsünüz ki, bu yol neçə hissəyə bölünübdür? 5 hissəyə. A, 5 dənə A-dır, düzdürmü? Bunun 5-dən 3 hissəsini gedib, baxın. 3A gedilibdir. 5-dən 3 hissəsi gedildi. Hansı hissəsi gedilməmiş qalıbdır? 5-dən 2-si. Doğru cavab oldu B variantı. Baxaq 5-ci sualın izahına. 3 tam 24-də 7 bölünsün -6-da 5 üstə gəl 8-də 7. Bu tip sualları gördünüzsə, ən birinci başlayırsınız mötərizənin içini sadələşdirməyə. Görürük ki, ortaq məxrəc 6 ilə 8-ə eləyir 24. İndi gəlin tamamlayıcı vuruqları tapaq. Mən bu 6-nı 24 eləmək üçün nəyə vurmuşam? 4-ə. Başlığına yazdım 4. Bəs bu 8-i 24 eləmək üçün nəyə vurmuşam? 3-ə. Başlığına yazdım 3. Doğrudurmu? İndi isə qələmin rəngini dəyişim bir qədər. Deməli, baxaq, 5 dəfə 4 20 edir, amma qarşısında mənfi var deyə nə yazırıq? -20. 7-ni 3-ə vuranda nə eləyir? 21. Üstə gəl 21 yazdım. İndi bərabərdir. 3 tam 24-də 7 bölünsün. 21-dən 20 çıxanda qalır 1, məxrəcdə də 24. İndi baxaq, 2 dənə kəsrin bölünməsidir, amma birinci qarışıq kəsirdir. Ona görə də onu əvvəlcə düzgün olmayan kəsrə çevirmək lazımdır. Qarışıq ədəd düzgün olmayan kəsrə çevirən zaman tamı məxrəcə vurub üstünə surəti əlavə eləyirlər. 3-ü 24-də vursam eləyir 72, üstə də 7 gəlsin mənə verir 79. Bölmək nə deməkdir? Tərsinə çevirib vurmaq. Deməli, 24 qalxır yuxarı, 1 düşür aşağı, düzdürmü? 24 ilə 24 ixtisar gedir. 79-u da 1-ə böləndə bizə nə verir? 79. Doğru cavab oldu D bəndi. Keçək növbəti sualın izahına. 7-ci sualda deyilir. 2 çıxılsın 1 tam 10-6 bölək 2, məxrəcdə isə 1 tam 5-də 4 bölək 2 tam 4-də 1. Bu bərabərdir. Əvvəlcə bölmə əməlini yerinə yetiririk. Yəni 1/6-nı bölürük 2-yə. Bu bizə verir 0/8. Yazıram 2 çıxılsın 0/8 aşağıda. Görürəm ki, yenə də qarışıq ədədlərin bölünməsidir. Bunları belə formada bölmək olmaz. Əvvəlcə nəyə çevirmək lazımdır? Düzgün olmayan kəsrə. 5 dəfə 1 5, üstə də 4 gələndə 9. Daha sonra bölək 4 dəfə 2 8, 1 də gələndə 9. Bu bərabərdir. 2-dən 0/8 çıxanda qalır 1/2. Daha sonra 9 böl 5. Baxaq, bölmək nə demək idi? Tərsinə çevirib vurmaq. 9 düşür aşağı, 4 qalxır yuxarı. O zaman bax bu 9-lar ixtisar olunur. Qalır yuxarıda 1/2. Aşağıda nə qalır? 5-də 4. İndi baxıram. 1/2-ni 5-də 4-ə bölmək deməkdir da. Bu düzdürmü? O zaman mən nə edirəm? Tərsinə çevirib vururam. 1/2-ni vururam 4-də 5-ə. 1/2 ilə 4 ixtisar gedəndə qalır 0/3. Onu da 5-ə vuranda bizə verir 1/5. Doğru cavab oldu C bəndi. Baxaq 9-cu sualın izahına. Əslində bu tip hesablamaları belə açıq şəkildə yazmağım bəlkə də düzgün deyil, amma məni az yaşlı şagirdlər də izləyir. Elə mənim məktəbdə dərs keçdiyim öz şagirdlərim də izləyir, aşağı sinif şagirdləri. Ona görə də bir qədər ətraflı yazmağa çalışıram. 9-cu sualda deyilir. 4 tam 4-də 3 çıxılsın 3 tam %75. Aşağıda deyilir ki 7 tam 3-də 1 bölünsün 1 tam 9-da 2. Vuraq 6. Bu bərabərdir. Deməli,
Yuxarıdakı bu 4,4-də 3 var. Bu 4-də 3 elə 0,75 deməkdir. Ona görə mən bunu 4,75 yazıram. Kənarda 3-ü 4-ə bölsəz görərsiniz ki, həqiqətən 0,75 eləyir. 4,75-dən çıxıram 3,75-i. Aşağıda qarışıq ədədləri əvvəlcə çevirirəm düzgün olmayan kəsrə. 3 dəfə 7 21, 1 də gələndə 22. Bölək 9 dəfə 1 9, 2 də gələndə 11. Bir də kəsirin ümumi qarşısında var 6. Baxıram 4,75-dən 3,75 çıxanda yuxarıda qalır 1. Aşağıda 22 böl 3. İndi bölmək nə deməkdir? Tərsinə çevirib vurmaq. 11 düşür aşağı, 9 qalxır yuxarı. Bu bərabərdir. Bu 22 ilə 11 ixtisar gedir. Burada nə qalır? 2. Sonra bu 9 ilə bu 3 ixtisar gedir. Burada nə qalır? 3. Deməli, yuxarıda 1, aşağıda 2 dəfə 3 nə verdi? 6. Bir də kəsirin qarşısına ümumi bir dənə də 6 var axı. Bu 6 ilə də 6 ixtisar olunur. Yerdə nə qalır? 1. Doğru cavab oldu D variantı. Keçək növbəti sualın izahına. 11-ci sualda deyilir. 4,2-də 1 vuraq 9-da 8, üstə gəl 5,3-də 1 bölək 10,3-də 2. Yenə də əvvəlcə biz bunlar düzgün olmayan kəsiri çeviririk. 2 dəfə 4 8, 1 də gələndə 9. Bunu da vururuq 9-da 8-ə üstə gəl. 3 dəfə 5 15, 1 də gələndə 16. Sonra bölünsün. 3 dəfə 10 30, 2 də gələndə 32. Bu bərabərdir. Baxın, bu 9 ilə bu 9-a yaxşı yol, düzdürmü? 8 ilə də 2 ixtisar gedəndə burada nə qalır? 4 qalırmı? Deməli, birinci hissədə ixtisar gedir və nə alındı? Axırda 4. Sonra üstə gəlsin. İkinci hissə bölmədir. Kəsirləri böləndə birinci kəsir olduğu kimi qalır. İkincinin tərsinə çevirib vururlar. Bu bərabərdir 4 üstə gələk. Baxın 16 ilə 32 ixtisar gedir. Nə qalır? Burada 1, burada 2. 3 ilə də 3 getdi. Bunlara yaxşı yol. Deməli 4 üstə gələk 2-də 1. 2-də 1 elə 0,5 deməkdir. 4-ün də üstə 0,5 gələndə eləyir 4,5. Doğru cavab D variantı. Baxaq 13-cü sualın izahına. Sual belədir. 40 bölək 25, üstə gələk 1,8 bölək 3,6. Aşağıda da verib 1 çıxılsın 4-də 3. Bu bərabərdir. 40-ı 25-ə böləndə. Baxın, 40-ın içində 25 yerləşir bir dəfə tam yerləşir, düzdürmü? Mən bunu belə yazsam, 40 bölək 25 yazıb ixtisar eləsəm, daha aydın görsənər. Buranı da elə 1,8 bölək 3,6 yazıram. Aşağıda da 1-dən 4-də 3 çıxanda nə qalır? 4-də 1. Baxıram, 40 ilə 25 ixtisar gedir, nə qalır? Yuxarıda 8, aşağıda 5 qalır. Çünki 5-ə böldüm. 8-i də 5-ə böləndə bu mənə verəcək 1,6. Bu belə. İndi bax, bu vergülləri atıram. Yuxarıda qalır 18, aşağıda qalır 36. 18 ilə də 36 ixtisar gedəndə mənə nə verir? 0,5. Sonra 4-də 1-in özü də nə deməkdir? Qoyun yerdə 4-də 1 olduğu kimi qalsın. Bunu çevirmirəm. 1,6-nın üstünə 0,5 gələndə bu bizə verəcəkdir 2,1. Aşağıda da 4-də 1 var. Düzdürmü? Mərtəbəli kəsirdə bu tərsinə çevrilib yuxarıya vurulacaq. 2,1 vuraq 4-ə çevrilir. Bu da bizə verir 8,4. Doğru cavab oldu A variantı. Keçək növbəti sualın izahına. 15-ci sualda 3,2-də 1 vuraq 1,3-də 1 vuraq 4,7-də 5. Bu bərabərdir. Təbii ki, bu vəziyyətdə vurmaq olmaz. Əvvəlcə düzgün olmayan kəsirə çevirirsiniz. 2 dəfə 3 6, 1 gələndə 7. 3 dəfə 1 3, 1 gələndə 4. 7 dəfə 4 28, 5 də gələndə 33. Düzdürmü? İndi baxaq ixtisarımıza. İxtisar eləyəndə bu 7 ilə bu 7-yə yaxşı yol. 4-ü 2-yə böləndə burada qalacaq neçə? 2. 33-ü 3-ə böləndə burada qalacaq 11. Deməli, yekunda qaldı 2 vur 11. Bu da nə verir? 22. Doğru cavab oldu C variantı. Baxaq 17-ci sualın izahına. Görürsünüz ki, hər ikisi hissədə 9,4, 9,4 var, düzdürmü? Deməli, bu testi ortaq vuruğun mötərizə xaricinə çıxarılması üsulu ilə həll edəcəyik. 9,4-ü çıxartdım xaricə. Qaldı içəridə 14,3, çıxılsın 4,3. Bu bərabərdir. Əvvəlcə mötərizənin içini hesablayırıq. 14,3-dən 4,3 çıxanda qalır 10. Bu da bərabərdir. 9,4-ü 10-a vuranda eləyir 94. Doğru cavab oldu D variantı. Baxaq 19-cu sualın izahına. Deyir ki, 0,6-nı hansı ədədə böldükdə bölürəm nəyə?
x-ə, bilmirəm hansı ədədə böldükdə. Nə alınar? 25-də 21. Sadələşdirək, hər ikisini adi kəsir şəklində yazsaq məncə daha yaxşı olar. 0,6. Baxın, bu nə deməkdir? 10/6. Doğrudurmu? Əslində ixtisar gedib 5/3 şəklində də yazmaq olardı. Eyb yox, hələ ki belə qalsın. X-a bölmək nə deməkdir? Tərsinə çevirib X-a vurmaq deməkdir da. 1 bölünsün X. Bu bərabərdir nəyə? 21 bölünsün 25-ə. Bu vəziyyətdə də əslində ixtisarlarımızı apara bilərik. Amma gəlin bir qədər də sadələşdirək. Bax, bu 10/6-nı mən nə yazıram? 5-də 3 yazdım. Düzdürmü? İxtisar getdi axı. Bu X bunun aşağısına vuruldu. Aşağıda oldu mu 5X. Bərabərdir 21 bölək 25. İndi çarpaz şəkildə vurub asanlıqla həll eləmək olar. 5x vur 21 bərabərdir 3 vurulsun 25. Onda x bərabərdir 3 vurulsun 25. Bölək nəyə? 5 vuraq 21-ə. İxtisar eləsək görərik ki, deməli 25 ilə 5 gedir. Qalır burada 5. 3 ilə də 21 gedir. Burada qalır 7. Doğru cavab oldu. 7-də 5. Düzgün cavab A variantı. Baxaq 21-ci suala. Elə 21-ci sualla, yox, 21-ci sualda çıxma deyir. Elə bildim, bayaqki sualla eynidir. Deyir 0,9-dan hansı ədədi çıxdıqda, bilmirəm hansı ədədi x-la işarə eləyirəm. 3-də 2 alınır. Yenə də 10/9-u, baxın, adi kəsir şəklində yazıram. Çıxılsın x bərabərdir 3-də 2. Baxın, azalan, çıxılan fərq. Çıxılanı tapmaq üçün azalandan, yəni 10/9-dan çıxmalıyıq nəyi? Fərqi. 3-də 2-ni. Bunu da ortaq məxrəcə gətirsəm, 10 ilə 3-ün ortaq məxrəci eləyir 30. Çünki bunlar qarşılıqlı sadə ədəddir. Tamamlayıcı vuruqlar 9 dəfə 3, 27, çıxılsın 2 dəfə 10, 20. 27-dən 20 çıxanda qalır 7, aşağıda da 30. Doğru cavab oldu, 30-da 7. Cavab Y bəndi. 23-də deyir, 2-də 1 və 3-də 1 hissələrinin fərqi 1-ə bərabər olan ədədi tapın. Həmin ədədi bir x ilə işarə edirəm. X-in 2-də 1 hissəsi deyəndə bu 2-də 1 x deməkdir. Çünki hissə göstərən ədədə vururlar. 2-də 1 hissəsi ilə 3-də 1 hissəsinin nəyi? Fərqi. Fərq nə deməkdir? Çıxmaq. Fərqi nəyə bərabərdir? 1-ə. İndi həmin ədədi istəyir. Baxın, mən bunu hesablayanda kəsrdən azad olmaq üçün hər tərəfi məxrəcin əkobuna vuraram. 2 ilə 3-ün əkobu neçə eləyir? 6. Düzdürmü? Ona görə hər tərəfi 6-ya vururam. Buranı 6-ya vursam, bu mənə verəcək 3x. Bu ikinci hissəni 6-ya vursam, bu mənə verəcək 2x. Biri də 6-ya vursam, bu mənə verəcək 6. 3x-dən 2x çıxanda qalır x bərabərdir 6. Deməli, hansı ədədiymiş? 6 ədədi. Baxaq 25-ci sualın izahına. Deyir ki, 16,4 və 20,31 ədədləri arasında neçə natural ədəd var? Baxaq, 16,4-dən sonra gələn hansı ədəd var? 17 var, düzdürmü? Tam birinci bu gəldi. Sonra 20,31-dən də əvvəldə nə var? 20 var, doğrudurmu? Və bunlar hər ikisi bu aralığa daxildir. İndi bunların sayını tapanda biz hər iki tərəf parça olduğuna görə B çıxılsın A üstə gəl 1 düsturundan istifadə edəcəyik. Natural ədədlərdə bu düsturu qayda olaraq keçmişik. Deməli 20-dən 17 çıxırıq və üstünə nə əlavə edirik? 1. Eləyir 3 üstə gəl 1. Doğru cavab 4. Və yaxud da bu düsturu bilmirsiniz, məcburən nə etmək lazımdır? Saymaq. 16,4-dən sonra nə gəlir? 17, 18, 19, bir də 20-nin özü. 20,31 daha artıq keçmirik özü. Neçədən oldu? 4 dənə. Sadəcə olaraq düsturu bilməyiniz sizə nədə kömək eləyir? Birdən aralığı bu qədər kiçik verməz. Yəni 4 ədəd yerləşməz. 4 ədəddən çoxu yerləşər. Bəlkə arada bir 90 ədəd var. Biz onları dənə-dənə saya bilmərik ki. Ona görə ən yaxşı üsul düstur üsuludur. Düsturu bilməyiniz vacibdir. Keçək növbəti sualın izahına. 27-ci sualda deyilir ki, meyvə bağındakı ağacların, bilmirəm nə qədər ağac var, düzdürmü? Ümumi ağacların sayını bir x-la işarə edirəm. Deyir, meyvə bağındakı ağacların 12-də 5 hissəsi almadır. Yazıram. 12-də 5 x nədir? Alma. Sonra, deyir, 12-də 1 hissəsi armud ağacıdır. 12-də 1 x nə oldu? Armud. Bizdən soruşur ki, digər meyvə ağacları bağdakı ağacların hansı hissəsini təşkil edir? Bilirəm ki, 12-də 5x üstə gəl 12-də 1x
və digər meyvə ağacları. Onu da bir y-lə işarə elədim. Bu ümumi mənə nəyi verir? Elə x-in özünü verir də, bağdakı ağacların hamısını verir. 12-də 5-in üstə 12-də 1 gələndə eləyir neçə? 12-də 6x üstə gəl y bərabərdir x-ə. Y-i də tapanda x-dən çıxıram 12-də 6x-i mənə verir elə 12-də 6x-in özünü. Sadəcə olaraq 6 ilə 12 ixtisar gedir. Qalır yerdə 2-də 1 x. Deməli, hansı hissəsini təşkil edirmiş? 2-də 1 hissəsini. Doğru cavab oldu A variantı. Baxaq 29-cu sualın izahına. 0,216 bölünsün 0,15. Üstə gəl 3-də 2 bölək 15-də 4. İndi baxaq. Qələmin rəngini dəyişdirim. Bu bərabərdir. Bax, bu vergülü siləndə, bunun ən asan həlli qaydası belədir. Bu vergülü sildim, buradan da vergülü sildim, düzdürmü? Baxıram, aşağıda vergüldən sonra 2 dənə ədəd var. Yuxarıda vergüldən sonra 3 dənə ədəd var. Vergülü siləndən sonra elə ədəd yazmalıyam ki, tamamlansın da. Yəni, sonuna 0 artırmalıyam ki, sayı tamamlansın. Yuxarıda 3 dənədirsə, bax, aşağıya bir dənə 0 yazıram. Görürsünüz, indi yuxarıda da 3 dənə oldu, aşağıda da. Deməli, nə oldu? 216 böl 150. Düzdürmü? Bu hissəsi belə. Sonra üstə gələk. 3-də 2 bölmək nə deməkdir? Tərsinə çevirib vurmaq. Yəni 4-də 15-ə vururam. Bu bərabərdir. Mən ixtisar aparsam əgər, görərəm ki, 150 də 3-ə bölünür. Burada qalır neçə? 50. 216 da 3-ə bölünür. Burada qalır 21-in içində 3 7 dəfə, 6-nın içində 2 dəfə, 72. Düzdürmü? Sonra 3 ilə 15 ixtisar gedir, burada qalır 5. 2 ilə 4 ixtisar gedir, burada qalır 2. Yəni nə oldu? 5 bölək 2. Bu bərabərdir. 72 ilə 50-ni bir də ixtisar eləyək. Bizə nə verəcəkdir? 2-yə bölsəm aşağıda 25 qalar, yuxarıda 36. Bu isə 2-də 5. Bunlara da ortaq məxrəc 25-dən 2-yə olur nə? 50. 2-ni 36-ya vuranda 72, 5-i 25-ə vuranda 125. Toplasam, bu mənə verəcək neçə? 72 ilə 125 sonu 7, 9, 1. 197 böl 50. 197-nin içində 50 yerləşər 3 dəfə. 3 dəfə tam düşür. Eləyir 150. Qalır yerdə 47. 47 böl 50. Bunu isə mən bir də uzun uzadı 47-ni 50-yə bölməyəcəm. Görün, nə edirəm? 3 tam. Bax, bu 50-ni 100 eləmək üçün nəyə vururam? 2-yə. Düzdür? 2. 100-də yuxarında 2-yə vurmalıyım axı 47-ni. Bu da mənə verəcəkdir neçə? 94. 2-yə vursam 3 tam. 100-də 94. Bax, bu qədər sadə. Cavab oldu nə? Y variantı. 30-cu sualda eynidir. 31-ci sualda yenə eyni ilə hesablama tiplidir. Bunları sizə saxlayıram. Keçək növbəti sualların izahına. 32. 32-ci sualda deyilir ki, bir krançəni 6 dəqiqəyə doldurur. Digəri isə 9 dəqiqəyə doldurur. Hər iki kran 1 dəqiqə. Baxın, nə qədər açıq qalıbdır. 1 dəqiqə açıq olarsa, çənin hansı hissəsi dolmamış qalar? Özü də dolmamışı soruşur. Baxaq, bir kran çəni 6 dəqiqəyə doldurursa, 1 dəqiqəyə, baxın, 1 dəqiqəyə çənin 6-da 1 hissəsini doldurar. Düzdürmü? Digəri 9 dəqiqəyə doldurur. O da 1 dəqiqə açıq qalsa, çənin 9-da 1 hissəsini doldurar. İndi hər iki kran 1 dəqiqə açıq qalıbdır deyə bunları cəmləyirəm. 6-da 1, 9-da 1. Bu mənə nə verir? Deməli, 6 ilə 9-a ortaq məxrəc olur 18. 18-i 6-ya böləndə 3, 9-a böləndə 2. Olur 3, üstə gəl 2. Bu mənə verdi 18-də 5. Baxın, 18-də 5 hissəsi artıq dolmuş hissədir. Məndən nəyi istəyir amma? Dolmamışı istəyir. 1 tamından çıxıram bu 18-də 5-i. Yerdə nə qalır? 18-də 13. Bu da nə olur? Dolmamış. Cavab oldu A variantı. Baxaq 34-cü sualın izahına. Bir maşınla qumu 8 saata, digərindən 9 saata daşımaq olur. Bu maşınlar ikisi birlikdə 4 saat işləyiblər. Qumun hansı hissəsi daşınmamış qalar? İndi baxaq. Bir maşınla qum 8 saata, düzdürmü? Digərindən 9 saata daşınır. O zaman 1 saata 8-də 1-ini daşıyar, digərisi isə 9-da 1-ini daşıyır. Düzdürmü? Bunlar ikisi birlikdə
Birlikdə dediyinə görə cəmləyirəm və 4 saat işlədiyinə görə bunu nəyə vururam? 4-ə vururam. Baxıram, bunu hesablayıb mən nəyi tapacağam? Qumun daşınmış hissəsini. Amma sonda daşınmamış istəyir. Ona görə 1 çıxmaq lazımdır. 8 ilə 9-a ortaq məxrəc olur 72. 9-un üstü 8 gələndə bu bizə verəcək 17. İndi yuxarıda 17. Baxın, bu 72 ilə də 4 ixtisar olunsa bir-birindən mənə nə verər? 18. 18-də 17 hissəsi nə olubdur? Daşınıb. Amma bizdən daşınmamış hissəni soruşuraq. Ona görə yazıram 1 çıxaq 18-də 17, qalır nə? 18-də 1. Doğru cavab oldu A variantı. Keçək növbəti sualın izahına. Yenə də hesablama tiplidir. 2/4-də 3 bölünsün 1/10-1, üstə gəl 3/3-1. Aşağıda nə veribdir? 2/5 çıxaq 0/4 vuraq 3/3-1 və yekunda bunu nəyə bölür? 5-1-ə. Bu bərabərdir. İndi sadələşdirək. Əvvəlcə düzgün olmayan kəsri çevirirəm. 2 dəfə 4 8, üstə də 3 gələndə verir 11. 1/10-1 düzgün olmayan kəsrə çevirsəm ya da gəlin bir qədər açıq yazım. Bölək 10-da 11 deməkdir. 1/10-1 yazılır və onu düzgün olmayan kəsrə çevirəndə 10-da 11 verir. Üstə gələk, 3/3-1-i də çevirirəm. 3 dəfə 3 9, 1 də gələndə 10. İndi aşağıdakını sadələşdirək. 2/10-5, bu da elə 10-da 25 deməkdir. Və yaxud da 5 bölək 2 kimi də yazmaq olar, düzdürmü? Daha sadəlik üçün. 5-i 2-yə böləndə 2/5 verir. Sonra çıxılsın 10-da 4, yəni o da ixtisar gedir 5-də 2 verirmi? Vurulsun 3 dəfə 3 9, 1 də gələndə 10. Və burada vuraq 5 yazıram. Çünki bölmək nə deməkdir? Tərsinə çevirib vurmaq. Yuxarıda sadələşdirsəm 11/4 vurulsun 11-də 10 olur artıq. Çünki bölmək nə deməkdir? Tərsinə çevirib vurmaq. Üstə gəl 3-də 10. Sonra aşağıda 5/2, baxın, ixtisar gedənlər var. Hansılar ixtisar gedir? Bu 10 ilə bu 5 ixtisar gedir. Burada nə qalır? 2. Ona görə yazıram 5/2 çıxılsın. 2 dəfə 2 4/3. Kəsrin də qabağında bir dənə 5 var. İndi bu 11 ilə bu 11 ixtisar getdi. 10 ilə də 4 ixtisar getdi. 2-yə. Burada qaldı 5, burada 2. Yazıram 5/2, üstə gəl 10/3. Aşağıda da 5/2 çıxaq 4/3. Vurulsun 5. Aha, indi artıq ortaq məxrəcə gətirib hesablamaq olar. 2 ilə 3 ortaq məxrəc olacaq 6. 5 dəfə 3 eləyəcək 15. Üstə gəl 2 dəfə 10, 20. Aşağıda 2 ilə 3 yenə də ortaq məxrəc 6-dır. 3 dəfə 5, 15. Çıxılsın 2 dəfə 4, 8. Vurulsun 5. Bu bərabərdir 6-da. Bax, nədir bu 6 ilə bu 6 ixtisar olundu mu? 15-in üstə 20 gələndə eləyir 35. 15-dən 8 çıxanda eləyir 7. Vuraq 5. 35-i 7-yə böləndə eləyir 5. 5-i də 5-ə vursa sizə verəcək 25. Doğru cavab oldu A variantı. Keçək növbəti sualın izahına. 38-ci sualda deyilir ki, hovuz bir boru ilə 4 saata dolur, ikinci boru ilə isə 5 saata boşalır. Baxın, biri doldurur, digəri boşaldır. Deməli, mütləq çıxma olacaqdı arada. Hər iki boru eyni vaxtda açılarsa hovuz neçə saata dolar? Baxın, hovuz bir boru ilə 4 saata dolursa, 1 saata bunun 4də 1 hissəsi dolar. Düzdürmü? İkinci boru ilə 5 saata boşalırsa, 1 saata 5də 1 hissəsi boşalar və hər ikisi eyni vaxtda açılırsa, olur 4də 1 çıxaq 5də 1 bərabərdir 1 bölünsün x. İndi həmin o x-i tapmalıyıq. 4 ilə 5-ə ortaq məxrəc olacaq 20. 5 çıxılsın 4 bərabərdir 1/x. O zaman 1/20 bərabərdir 1/x alınır. Çarpaz vursam x bərabərdir 20. Deməli, neçə saata dolar? 20 saata. Keçək 40-cı sualın izahına. Deyilir ki, bir fəhlə işi 8 saata, digərisi isə 6 saata yerinə yetirir. Onlar birlikdə 3 saat işləsələr, işin hansı hissəsi görülməmiş qalar? Əvvəlki misallarda buna uyğun olanını işləmişik, amma yenə də ötürməyək sualı izah eləyək. Biri 8 saata görürsə, 1 saata 8də 1-ni görür işin. Digərisi 6 saata işləyirsə, 1 saata 6da 1-ni işləyir. İndi onlar ikisi birlikdə dediyinə görə toplayırsınız və neçə saat işləyiblər? 3 saat. Vurursunuz nəyə? 3-ə. Bunu hesablasaz işin görülmüş hissəsini tapacaqsınız. 6 ilə 8-ə ortaq məxrəc olur 24. Bunun tamamlayıcı vuruğu 3, bununki 4-dür. 3-ün də üstü 4 gəlsə sizə verəcək 7. Düzdürmü?
Bir də vurursunuz bunu qarşıdakı 3-ə. 3 ilə 24 ixtisar olunanda qalır aşağıda 8. Olur 8-də 7. Bu işin görülmüş hissəsidir. Sizdən görülməmişi istəyir. O zaman 1-dən çıxırsınız 8-də 7-ni, qalır neçə? 8-də 1. Doğru cavab oldu A variantı. Baxaq 42-ci sualın izahına. Deyir, kəsrlərdən hansının surətinə 21, məxrəcinə isə 35 əlavə etdikdə onun qiyməti dəyişməz. Baxırıq ki, burada elə bir xüsusi qayda və yaxud da tənlik qurmaq ehtiyac yoxdur. Sadəcə variantların üzərində bir-bir yoxlamaq lazımdır. Məsələn, A variantına baxaq. A-da 6-da 5-dir, düzdürmü? Mən bunun surətinə 21 əlavə etsəm, olar 26, məxrəcinə 35 əlavə etsəm, olar 41. İndi, amma görürsünüz, 41 ilə 26 bir-biri ilə qarşılıqlı sadə ədəddir və kəsrin qiyməti artıq dəyişdi. Deməli, B variantına baxaq. 3-də 4. İndi bunun surətinə 21 əlavə etsəm, olur 25, aşağısına 35 əlavə etsəm, olur 38. 25 ilə 38 də qarşılıqlı sadə ədəddir, kəsrin qiyməti dəyişdi. Sonra 5-də 3 kəsri. Bunun surətinə 21 əlavə edirəm, olur 24, məxrəcinə 35 əlavə edirəm, olur 40. 24 ilə 40 yenə də ixtisar getsə 8-ə, yuxarıda qalar 3, aşağıda qalar 5. Aha, yenə də 5-də 3 alındı. Deməli, elə doğru cavab nə imiş? C variantı. 5-də 3 kəsrinin surət məxrəcinə 21, 35 əlavə etsək, onun qiyməti dəyişmir. Baxaq 44-cü sualın izahına. 44-də. Əvvəlcə düzgün olmayan kəsrə çevirək, sonra da hesablama işləri aparaq. 15-də 4 üstə gəl 3-də 1. Deməli, 1/4-də 1-i çevirəndə 4 dəfə 1, 4, 1 də gələndə 5. Bunun kvadratı. Vuraq 15-də 4, üstə gəl 3-də 1. Bu bərabərdir. 4-də 5-in kvadratı bizə verəcək 16-da 25. Vurulsun 15-də 4, üstə gəl 3-də 1. İndi isə ixtisarımızı aparaq. Deməli, baxaq. 4 ilə 16 ixtisar gedəndə burada qalır 4, burada qalır 1. 25 ilə 15, 5 ixtisar gedir. Burada 5 qalır, burada nə qalır? 3 qalır. İndi hesablasam 5 dəfə 1, 5, yuxarıda, aşağıda da 4 dəfə 3, 12 eləyir. Üstə gəl 3-də 1. 12 ilə də 3-ə ortaq məxrəc elə 12-nin özüdür. Onda 5, bunu 12 eləmək üçün nəyə vurduq? 4-ə. Üstə gəl 4. 5 ilə də 4, 9, aşağıda 12. 3-ə ixtisar aparsaq, yuxarıda 3, aşağıda 4 qalar. Doğru cavab oldu D variantı. Baxaq 46-cı sualın izahına. 14/8-də 3, vuraq 1/5-də 1, çıxaq 4/8-də 3, vuraq 1/5-də 1. Yenə də baxın, 1/5-də 1 ortaqdır. Mən əvvəlcə düzgün olmayan kəsrə çevirim, daha sonra yazaram. 14-ü 8-ə vuranda 80, 24. Bu eləyir 104, yox, 84, 32. Deməli, 112. Üstünə də 3 gələndə olur 115. Düzdürmü? 8-də 115. Vurulsun. 5 dəfə 1, 5. 1 də gələndə 6. Çıxaq. 8 dəfə 4, 32. Üstə də 3 gələndə neçə eləyir? 35. Vurulsun. 5 dəfə 1, 5. 1 də gələndə 6. Görürsünüz ki, hər ikisində 5-də 6 kəsri ortaqdır. Ona görə 5-də 6-nı çıxartdım mötərizə xaricinə. İçəridə qaldı 8-də 115, çıxaq 8-də 35. Bu da bərabərdir. 5-də 6 vurulsun. Surətləri çıxsam, qalar 0. 11-dən də 3 çıxanda qalar 8. Düzdürmü? İndi 80-i 8-ə böləndə bu neçə verir? 10. 10-la da 5 ixtisar getdi, qaldı 2. 6 dəfə 2 nə verir? 12. Doğru cavabımız oldu D variantı. Baxaq 48-ci sualın izahına. Çox rahat bir sualdır. 3-də 1, 5-də 3, 7-də 5 və s. 99-da 97. Bir dənə kəsirlərə diqqət yetirin. Bax, bu 3 ilə bu 3 getdi. 5 ilə 5 getdi. Deməli, burada 7-dir. Deməli, burada da bir 7 olacaq. O da ixtisar gedəcək. İndi ixtisar şəklinə baxın. Bax, belə, belə, belə. Bu şəkildə ixtisar gedir. Burada əvvəldəki, burada isə sondakı ədəd qalır. O zaman, deməli, nə yazırıq? Yuxarıda 1 qaldı, aşağıda 99. Doğru cavab oldu. 99-da 1 C bəndi. Baxaq 50-ci sualın izahına. Əvvəlcə mötərizələrin içini sadələşdirmək lazımdır. Mən də bir də misalın özünü uzun-uzadı köçürtmürəm, yazıram ki, 1-dən 2-də 1 çıxanda qalır 2-də 1. 1-dən 3-də 1 çıxanda qalır 3-də 2. 1-dən 4-də 1 çıxanda qalır 4-də 3. 1-dən 5-də 1 çıxanda qalır 5-də 4. 1-dən 6-da 1 çıxanda qalır 6-da 5. İndi gəlin hesablayaq. İxtisara bir baxın. Bu 2 ilə 2,
3-lə 3, 4-lə 4, 5-lə 5 ixtisar getdi. Burada qaldı 1, burada qaldı 6. Deməli, doğru cavab nə oldu? 6-da 1 C variantı. Baxaq 52-ci sualın izahına. Mərtəbəli kəsirdir. Yenə də sualın özünü köçürtmürəm, çünki gözünüzün qabağındadır burada. Mən sadəcə neçə eləyir onları yazıram. 1-dən 2-də 1 çıxanda nə qalır yuxarıda? 2-də 1. İndi aşağıya baxın. 1-in üstünə 2-də 1 gələndə neçə eləyir bəs? 2-də 3. Sonra bunu vurur nəyə? 1-dən 3-də 1 çıxanda qalır 3-də 2. 1-in üstünə 3-də 1 gələndə eləyir 3-də 4. Sonra 1-dən 4-də 1 çıxanda qalır 4-də 3. 1-in üstə 4-də 1 gələndə eləyir 4-də 5. İndi gəlin bunları ixtisar eləməyə çalışaq. Baxaq. Məxrəclər bir-biri ilə ixtisar olunur. Bu 2 ilə bu 2 getdi. Yuxarıda qaldı 1, aşağıda qaldı 3. Bu 3 ilə bu 3 getdi. Yuxarıda qaldı 2, aşağıda qaldı 4. Daha sonra bu 4 ilə də bu 4-ə yaxşı yol. Yuxarıda qaldı 3, aşağıda qaldı 5. İndi ixtisarımızı aparaq. Görün, 3 ilə 3 gedir. Sonra bu 2 ilə də 4 ixtisar gedir. Qalır burada 2. Aha, yuxarıda 1 var, aşağıda da 2 dəfə 5, 10 var. Doğru cavab nədir? 10-da 1. Baxaq 54-cü sualın izahına. Deyir, aşağıdakı kəsirlərdən neçəsi bərabərdir? Neçəsi bərabərdir? O deməkdir ki, ixtisar eləyəndə eyni alınsın da. Bax, bu 3-də 1. Bu ixtisar olunmur. Bu elə özüdür. Düzdürmü? İndi 9-da 4. Baxıram ki, bu da 9 ilə 4 bir-biri ilə qarşılıqlı sadədir. Ona görə ixtisar olunmur. Elə olduğu kimi qaldı bu da. 27-də 9-a fikir versəz, bax bu 9 ixtisar gedir. Yuxarını 9-a böləndə 1 qalır, aşağını 9-a böləndə 3 qalır. Düzdürmü? Bu verdi 3-də 1. Sonra bu birisi 9-da 5-dir. Bunun özü qalır yenə də qarşılıqlı sadədir. Bu 18 ilə də 27 ixtisar gedəndə hər ikisi 9-a ixtisar getsə. Yuxarıda 2 qalır, aşağıda 3. 18-də 6 da ixtisar gedəndə yuxarıda qalır 1, aşağıda qalır 3. İndi baxıram. 3-də 1-dən daha çoxdur, düzdürmü? Bax, bir dənə burada 3-də 1 var, bir dənə burada, bir dənə də burada 3-də 1 var. Deməli, kəsirlərdən neçəsi bərabərdir? 3 dənəsi bir-birinə bərabərdir. 55-ci sual hesablama tiplidir. Bunu da mən yazmayayım, buraxım sizin öhdənizə. Baxaq 56-cı sualın izahına. Deyir ki, 5-də 1 üstəgəl 7-də 1 üstəgəl 11-də 1 üstəgəl 13-də 1. Bu nəyə bərabərdir? A-ya bərabərdir. Sizdən 5-də 4, 7-də 6, 11-də 10, 13-də 12 cəmini aynən ifadə eləməyi tələb edir. Bax, 5-də 4-ə bir dənə fikir verin. 5-də 4-ə bir dənə fikir versəz, görərsiniz ki, 5-də 4-ü nə formada yazmaq olar ki, bax bu 5-də 1-ə gəlsin. Çünki mən axı ayla ifadə eləməliyəm. Təbii ki, 1-dən 5-də 1 çıxanda bu bizə nəyi verəcəkdir? 5-də 4-ü verəcək, düzdürmü? Sonra, bax bu 7-də 6-nı necə yaza bilərəm? 1 çıxılsın 7-də 1 kimi. Buradakı 7-də 1-ə görə. Sonra 11-də 10-u necə yazaram? 1 çıxaq 11-də 1 kimi. Aha, 11-də 1 də var artıq. Bir də 13-də 12-ni necə yazaram? 1 çıxılsın 13-də 1 kimi. Bu bərabərdir indi. Bax, neçə dənə 1 görürsünüz burada? Bu var, bu var, bu və bu. Neçə dənədir? 4 dənə 1 var. Onları cəmləyəndə elə sizə nə verir? 4 verirmi? Sonra çıxılsın 5-də 1, çıxılsın 7-də 1, çıxılsın 11-də 1, çıxılsın 13-də 1-dir. Və mən bunu bir dənə mötərizəyə alsam, qarşısındakı mənfi içəridəkilərin işarəsini dəyişir. Düzdürmü? Aha, Всё, qaldı 4 çıxılsın. 5-də 1, 7-də 1, 11-də 1, 13-də 1-in də yerinə A yazıram. Olur 4 minus A. Doğru cavab oldu C bəndi. Baxaq növbəti sualın izahına. 57-ci sualda deyilir ki, 3 böl 0,1 üstəgəl 0,2 bölək 0,04 çıxılsın 1,2 bölünsün 0,012. Bu bərabərdir. Mən vergülləri silsəm, sıfırlar artıracam. Bax, buradan bir dənə sildim. Baxıram, vergüldən sonra bir dənə ədəd var deyə bura bir dənə sıfır yazdım. Oldu 30 bölək 1. Bu belə. Üstə gələk. Baxın, vergülləri sildik hər ikisindən. Yuxarıda vergüldən sonra bir dənə ədəddə, aşağıda 2 dənə. Deməli, bir dənə sıfır yazıram ki, bura ikisinin də sayı eyni olsun da. Yəni, burada qaldı 20 bölək 4. Sonra çıxılsın. Burada da vergülləri atsaq,
Burada yuxarıda vergüldən sonra bir dənə ədəd var. Aşağıda vergüldən sonra 3 dənə var. Deməli, əlavə 2 dənə də 0 yazıram ki, sayıları eyniləşsin. Burada da oldu nə? 1200 bölünsün 12. Aha, indən sonra işimiz asandır. 30'u 1'ə böləndə 30, 20'ni 4'ə böləndə 5, 1200'ü 12'yə böləndə neçə eləyir? 100. 30'un üstə 5 gələndə 35 və 35'dən də 100 çıxanda nə qalacaqdı? 35 çıxaq 100. Deməli, 70, 65 cavab oldu mənfi 65. Y variantı. Baxaq 59-cu sualın izahına. 59-cu sualda deyilir. 0 tam dövrdə 5 vurulsun 0 tam onda 3 üstəgəl 6-da 5. Bu bərabərdir. Dövrü çevirmək adi kəsrə necə olur bilirsiniz yəqin ki. Mötərizənin içindəki ədədin sayı qədər məxrəcə nə yazmaq lazımdır? 9. Bu olur 9'da 5. Bunu da çevirirəm adi kəsrə yazıram 10'da 3. Üstəgəl 6'da 5. İndi bir qədər ixtisar işləri aparaq. Deməli, 3 ilə 9 ixtisar getsə, burada nə qalar? 3. 5 ilə 10 ixtisar getsə, burada nə qalar? 2. 3'ü 2'yə vuranda oldu mu? 6'da 1. Üstəgəl 6'da 5. 6'da eyni olduğuna görə 1 üstəgəl 5 yazıram. Bu da olur 6 bölü 6, yəni 1. Doğru cavabımız oldu B variantı. Baxaq 61-ci sualın izahına. Heç 61-ci sualı, 62-ci sualı izah etmək istəmirəm, çünki hesablama tiplidir. Bunu da buraxıram sizin öhdənizə. Baxaq 63-cü suala. M-in neçə natural qiymətində? M kvadrat üstəgəl 5M üstəgəl 6. Aşağıda da nə verilib? M. Deyir ki, kəsri natural ədəddir. Baxırsınız. Mən bunu əvvəlcə. Natural ədəd o deməkdir ki, kəsr hissə olmasın, tamamilə kəsrdən azad olunsun, tam bütöv müsbət bir ədəd alınsın. Düzdürmü? İndi M-in neçə natural qiymətində deyir özünə. M-ə də biz ancaq natural qiymətləri verə bilərik. Mən bu kəsrdən azad olmaq üçün, baxın, yuxarıdakı üstəgələklərə görə bunları ayırıb ayrı-ayrı kəsrlərdə yaza bilərəm. M kvadrat böl M, 5M bölək M, üstəgəl 6 bölək M. Bax, bu yazılışı yazdım, düzdürmü? İndi M kvadratını M-ə böləndə ixtisar gedir, bir dənə M qalırmı? 5M-i M-ə böləndə M-lər gedir, bir dənə 5 qalırmı? Bir də üstə gələk nə? 6 bölək M. İndi baxın, M-in neçə natural qiymət deyir? Bax, M-ə natural qiymətlər versəm, bu M üstə gəl 5, bu hissə naturaldır. Düzdürmü? Həmişə naturaldır. Amma bu hissədə biraz problem var. Problem odur ki, mən M-in yerinə tutaq ki 10 qoysam, 10'da 6 eləyir. Bu artıq problemdir də, düzdürmü? Deməli, natural ədəd olması üçün M-i 6'nın bölənləri içərisindən seçməliyəm. 6'nı hansı ədədlər bölür? 6 1'ə bölünür, 2'yə bölünür, 3'ə bölünür və 6'nın özünə bölünür yekunda. Bundan başqa qiymətləri ala bilməz. Deməli, M-in neçə natural qiymətində? 4 natural qiymətində. Doğru cavab oldu C variantı. Baxaq 65-ci sualın izahına. 65-ci sualda da yenə hesablama tiplidir, amma bir qədər qayda, yəni ortaq vuruq çıxartmaq falan, belə qaydaları tətbiq etsəz, işiniz daha rahat olar. Görürəm ki, mötərizənin içində 0,68 hər iki hissədə var. Ona görə mən bu 0,68-i ortaq vuruq kimi çıxardıram. Qalır mötərizədə 0,68-in kvadratı, çıxaq 0,32-nin kvadratı. Düzdürmü? Sonra vurulsun. Bu 1,17,8-i də gəlin çevirək indidən düzgün olmayan kəsrə. 17-ni 1'ə vuranda 17 eləyir. Üstə də 8 gəlsən mənə verir 25. Oldu 17-də 25. Bu %68 nə deməkdir? %68 yazıram adi kəsir formasında. İxtisar eləyəndə mənə verir 17, 25'də 17. Çünki mən onu 4'ə ixtisar eləyirəm. Mənə verir 25'də 17. Düzdürmü? Sonra 0,68 çıx 0,32-ni mən bunu A kvadrat çıx B kvadrat düsturumuz var. Müxtəsər vurma düsturu. O şəkildə açıram. Yəni A minus B, A plus B. Onda necə olur? 0,68 çıxaq 0,32. Bir dəfə də 0,68 üstə gələk 0,32. Açdıq belə. Bir də burada nə var? 17'də 25. Onsuz da 17'də 25 ilə 25'də 17 ixtisar gedəcək. Çünki bir-biri ilə qarşılıqlı tərs ədəddir. 0,68-dən 0,32 çıxanda qalır neçə? 0,36. Bu 1. Sonra vurulsun. 0,68-in üstədə 0,32 gələndə bu bizə verir neçə? 1 tam. Aha, deməli 0,36-ını da 1'ə vuranda elə bu neçə olacaq? 0,36. Doğru cavab oldu A bəndi.
Baxaq 67-ci sualın izahına. Bu da yenə hesablama tiplidir. Əvvəlcə çalışın mötərizələrin içini, bölmə, vurma varsa birinci onları, daha sonra toplama çıxmanı yerinə yetirin. Keçək növbəti sualın izahına. 69-cu sualda deyilir. 1 bölək 1 vuraq 3, üstə gəl 1 bölək 3 vuraq 5, 1 bölək 5 vuraq 7, üstə gəl 1 bölək 7 vuraq 9, üstə gəl 1 bölək 9 vuraq 11. İndi qələmin rəngini dəyişim ki, çox da qarışıq görsənməsin. Bu bərabərdir. Baxın, bu tip sualların bir neçə cür həlli var. Birinci həllini yazıram, birinci üsulunu yazıram. Bax, yuxarıda neçə dənə 1 var? 1, 2, 3, 4, 5. Yuxarıya yazdınız 5. Bu belə. Əvvəlində nə var? 1, sonunda nə var? 11. Biri də 11-ə vurursuz, eləyir. Neçə? 11. Bu oldu belə. Bu birinci qaydası. İndi ikinci qaydanı deyirəm. Çünki bir qədər fərqli olanları da olur. Bəzən bu qayda ödəmir. Deməli, baxaq. İkinci qaydası nədir? İkinci qaydası ondan ibarətdir ki, bu bərabərdir nəyə? Bax, yuxarıda görürəm hamısının surəti neçədir? 1-dir. Bunu ortaq çıxartdım, yazdım bura. Sonra məxrəclərə baxıram. Məxrəclərdə bu 3-dən 1 çıxanda 2 qalır, 5-dən 3 çıxanda 2, 7-dən 5 çıxanda nə qalır? 2 qalır. Hamısının arasındakı fərq neçədir? 2. Həmin 2-ni də yazdıqmı bura? Aha, sonra mötərizə açıram. Bu hissəni 1 götürürəm, bu hissəni də 1. 1-də 1 eləyir 1, bu da 11-də 1-dir. Düzdürmü? Onda yazıram 2-də 1 vurulsun. 1-dən 11-də 1 çıxanda qalır 11-də 10. 10-la da 2 ixtisar gedir, qalır 11-də 5. Doğru cavabımız olur D variantı. Yəni 2 üsulun ikisini də yadınızda saxlayın. Baxaq 71-ci suala. Deyir, birinci boru ilə boş hovuz 4 saata, ikinci ilə 6 saata dolur. Üçüncü boru ilə dolu hovuzu 12 saata boşaldır. Hər üç boru eyni vaxtda qoşularsa, hovuzun yarısı neçə saata dolar? Baxın, yarısı neçə saata dolar? Buna da diqqət yetirin. Baxaq, birinci ilə 4 saata dolursa 1 saata 4də 1-i dolar. İkinci ilə 6 saata dolursa 6da 1-i dolar. Üçüncü ilə artıq 12 saata boşalırsa çıxıram 12də 1-ini. Düzdürmü? Çünki boşalır axı. İndi qalır 1 böl x. Mən ümumi saatı tapıram. İndi baxıram, ortaq məxrəc 12-ni gətirsəm, bunun tamamlayıcı vuruğu 3, bununki 2, bununki 1-dir. Yazıram 3, üstə gəl 2, çıxaq 1. Bərabərdir 1 bölünsün x. 3-ün üstə 2 gəlsəz 5, 5-dən 1 çıxsaz 4 böl 12, 1 böl x-dir. O zaman 4x 12-dirsə, x neçə verəcəkdir sizə? 3 verdi. Ümumi 3 saatdır. Yəni hovuz, bütün hovuzun hamısı 3 saata dolar. Amma bizdən hovuzun yarısını istəyir. Yarısı onda 3-ün yarısı nə verər? 1 onda 5. Deməli, 1 onda 5 saata dolar. Doğru cavab oldu B variantı. 72-ci sualda deyilir ki, 72-ci bir qədər 71-dən fərqli olduğu üçün onu da izah edək, üstündən keçməyə. 72-də deyir ki, n-in neçə natural qiymətində kəsirinin qiyməti natural ədəddir. İndi bizə bir qədər yer lazım olacaq. Baxıram. 72-ci sual. Deyir ki, n-in neçə natural qiymətində 3n minus 9 bölünsün n plus 1 kəsirinin qiyməti natural ədəddir. Baxıram, bu tip kəsirlərdə həmişə nə edirsiniz bu tip misallarda? Yuxarını elə bir formaya gətirirsiniz ki, məxrəclə ixtisar getsin. Yəni, belə başa salın. Burada 3n var, düzdürmü? Mən bunun üstünə 3 gəlsəm, görürsünüzmü? 3-ü ortaq vuruq çıxardaram, qalar n plus 1. Məxrəclə eyni alındı mı? Deməli, 100% ixtisar gedəcəkdir də. Aha, deməli, mən yuxarıya 3 gəldimsə, 3-də nə etməliyəm? Çıxmalıyam. Yəni, mənfi 9 çıx 3 yazdım. 3 gəlmişəm, 3-ü də nə etdim? Çıxdım. Heç nə dəyişmir ki. Aşağını da olduğu kimi saxladım. Bu mənə verir. 3-ü çıxardıram, qalır n plus 1, çıxılsın 12. Aşağıda da n plus 1 var. İndi bunu ayrı-ayrı kəsirlərdə yazsam, 3 vuraq n plus 1 bölək n plus 1, bir də çıxaq 12 bölək n plus 1. İndi görün ki, 3 ilə, bax bu n plus 1 ilə n plus 1 getdi, qaldı 3. Çıxılsın 12 bölək n, üstə gəl 1. Bizdə deyir ki, n-in neçə natural qiymətində
Kəsrin də qiyməti natural olsun. Kəsrin də qiymətinə fikir vermək lazımdır. Təkcə n-ə qiymət verməkdən söhbət getmir. Kəsrin qiyməti natural nə vaxt olur? Bax, bu 3-dən nə çıxsam natural qalar. 3-dən 1 çıxsam natural qalar. 3-dən 2 çıxsam natural qalar. Artıq 3-dən 3 çıxan da 0 eləyir və 0 natural ədəd deyil. Deməli, bu 12 bölək n plus 1 kəsri 1-ə bərabər ola bilər. Bir də 12 bölək n plus 1 kəsri 2-yə bərabər ola bilər ki, 3-dən mən yalnız ya 1 çıxa bilərəm, ya da 2 çıxa bilərəm ki, natural alınsın. Düzdürmü? Bunu da çarpaz vursam, taparam ki, n plus 1 12-dir. Buradan n alınır neçə? 11. Bu n-in birinci qiyməti. İndi bunu da hesablasam, n plus 1 mənə verər 6. Çünki 12 ilə 2 ixtisar getdi. Buradan da n bərabər olur 5-ə. Bu da n-in ikinci qiyməti. Deməli, n-in neçə natural qiymətində? N-in 2 natural qiymətində kəsrin qiyməti natural ədəd olar. Doğru cavab 2. Y bəndi. Keçək növbəti sualın izahına. 73-cü sual. Bayaq izah elədiyim tipdəndir. Sadəcə olaraq burada artıq misalın içinə n-ləri qatıblar. Yenə də eyni qaydanı tətbiq edəcəyik. 73-cü sualda deməli nə deyilir? Baxırsınız, yuxarıda 1-dən düz n-ə qədər, yəni bilmirik neçə sayda 1 var. Ona görə də həmin qaydanı tətbiq eləmək, o iki üsulla izah elədim axı. Birinci üsul burada çox da işinizə yaramır. İkinci dediyim üsulla eləsəz daha yaxşı olar. Baxın, yuxarısında hər birinin sürəti neçədir? 1-dir. Bunu yazdım yuxarıya. Elə. İndi baxırsınız məxrəcə. 5-dən də 1 çıxanda 4 qalır. 9-dan 5 də çıxanda 4 qalır. Deməli, bunların məxrəcləri arasındakı fərq neçədir? 4-dür. Həmin 4-ü də yazdıq mı bura? İndi açırıq mötərizəni. Bu hissəni 1 götürürsünüz. 1-də 1. Bu neçə verir? Elə 1 verir. Ondan da çıxırsınız 1 bölək 4n plus 1-i. 4n plus 1-i. Bunu da sadələşdirsəz, 4-də 1 vurulsun. 1-dən çıxanda ortaq məxrəc elə 4n plus 1-in özüdür. Yazıram 4n plus 1 çıxaq 1. 1-lər ixtisar gedir. Qalır 4-də 1. Burada da 4n bölək 4n plus 1. Düzdürmü? Heç nə. Bu 4 ilə də bu 4 ixtisar aparırsınız. Yuxarıda qalır n, aşağıda qalır 4n plus 1. Bu qədər sadə. Deməli, doğru cavabımız olacaq A bəndi. 74-də də eyni qayda. 75-ə baxaq. Məxrəci 18 olan və 3-də 1, 2-də 1 aralığında yerləşən adi kəsirlərin surətləri cəmini tapın. İndi məxrəci 18 olan və 3-də 1, 2-də 1 aralığında yerləşən. Görək, 3-də 1 aralığında yerləşir. Məxrəci 18-dir. Bir də 3-də 1, 2-də 1 aralığında yerləşir. Düzdürmü? Adi kəsirlərin surətləri cəmini tapın. Mən bunun da hər ikisinin 3 ilə 2-nin məxrəcini 18-ə çevirirəm. Bunu 18-ə çevirəndə birinci hissəni. Bu mənə verir neçə? 18-də 6. Doğrudurmu? Bu olur 18-də x. Bu da olur 18-də 9. Deməli, x hansı qiymətləri ala bilərmiş? 6 ilə 9 arasında qiymətlər ala bilər. Onda 6-dan böyük hansı gəlir? 7, 8. Aha, 9-un özündə almır. Bunların da sürətləri cəmi 7-nin üstə 8 gəlir. Bizə nə verəcək? 15 doğru cavab. Oldu 15. Keçək növbəti sualın izahına. 77-ci sualda deyir ki, n-in neçə tam qiymətində, artıq bu dəfə n-ə tam qiymətlər deyir. N-in neçə tam qiymətində kəsrin də qiyməti tam ədəd olar. Aha, yazıram 3n kvadrat üstə gəl 5n çıx 12 böl n. Bunu yenə də ayrı-ayrı kəsirlərdə yazıram. Baxın, 3n kvadratı bölək n, 5n bölünsün n, bir də 12 bölünsün n. Sadələşdirsəm, qalır 3n. Üstə gəl 5 çıxaq 12 böl n. Bu hissiyə qədər nədir? Tamdır. Düzdürmü? Amma bu hissəyə fikir vermək lazımdır. Yəni 12-ni elə ədədlərə bölməliyik ki, tam bölünsün və n-in tam qiyməti dediyinə görə n-in həm müsbətini, həm mənfisini götürürük artıq. 12-ni hansı ədədlər bölür? 1 bölür. Amma tam dediyinə görə plus minus 1 götürürəm. 2 bölür, plus minus 2, 3 bölür, 4 bölür, 6 bölür, bir də 12-nin özü bölür. Düzdürmü? İndi n-in neçə tam qiymətində baxaq. 1, 2, 3, 4, 5, 6, 6-nı 2-yə vursaq 12 dənə qiymətində. Düzdürmü? Doğru cavab oldu 12. Keçək növbəti sualın izahına. 40-cı səhifə, deməli 79-cu sualda deyilir ki, 36 çıxılsın n kvadratı
bölünsün n kvadratı. Kəsrinin qiymətini tam ədəd edən, kəsrin qiyməti tamdır. Tam ədəd edən natural n-lərin cəmini tapın. Bu sualda eyni ilə bundan əvvəlki izah etdiyimiz suallar kimidir. Yenə də müxtəlif kəsirlərdə yazıram. Ayrı-ayrı 36 bölək n kvadrat çıxaq n kvadrat bölünsün n kvadrat. Bu bərabərdir. 36 bölünsün n kvadrat çıxılsın 1. Düzdürmü? İndi bizə deyir ki, kəsirinin qiymətini tam ədəd edən natural n-lərin cəmini tapaq. N-ə natural verməliyik, natural qiymətlər verməliyik. Kəsirin də qiyməti tam ədəd ola bilər. O zaman, deməli 36 böl n kvadratın özü də nə olmalıdır? Tam olmalıdır da, düzdürmü? Siz baxırsınız, 36-nı bölən ədədlər çoxdur. Məsələn, 1, 2, 3, 4, 6, 9 və s. Bu ədədlərin hər birinə bölünür. Amma biz n-ə elə qiymət verməliyik ki, onun kvadratına da bölünməlidir də, doğrudurmu? O zaman n-ə mən nə verə bilərəm? 1 verə bilərəm, 1-in kvadratına bölünür. 2 versəm 2-in kvadrat 4 eləyir, bölünür. 3 versəm 3-ün kvadrat 9 eləyir, bölünür. 4 versəm artıq kvadrat 16 eləyir, bölünmür. 6 versəm və nəhayət 6-nın kvadratı 36 eləyir, bölünür. Bundan da yuxarı qiymət vermək olmaz, çünki tamlıqdan çıxır. Deməli, n ala biləcəyi qiymətlər 1, 2, 3, 6-dır. Həmin o n-lərin cəmini istəyir. Yazıram 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl, 6. Bu da bizə verəcək 3, 3, 6, 6, 6, 12. Doğru cavab oldu 12. Keçək növbəti sualın izahına. 81-ci sualda. Deməli, ifadəsinin qiymətini deyir tapın. Sadə mötərizələrcə hesablayırıq ayrı-ayrılıqda. 1-in üstünə 2-də 1 gələndə bu bizə verir 2-də 3. 3-də 1-in üstü 3-də 1 gələndə eləyir 3-də 4. Eləyir 4-də 5 və s. Sonda 10-da 11. Düzdürmü? İndi görək burada ixtisarımız hansı şəkildə gedir. Bax, bu 3 ilə 3 getdi, 4 ilə 4 getdi, çox güman ki 5 ilə 5 və s. Sonda 10 ilə 10 gedəcəkdir. Deməli, burada qaldı 2, burada qaldı 11. 11 böl 2. 11-i də 2 yerə bölsək bizə nə verəcək? 5,5. Keçək növbəti sualın izahına. 82-ci sualda bu deməli, köhnə 2015-ci ilin toplusunda ulduzlu sualdır. Amma yeni tipli toplularda artıq o sualların başından ulduzları götürüblər və bəzi ulduzlu sualları çıxardıblar. Deməli, baxaq indi sualın izahına. Deməli, A bərabərdir. Bu A-nı hesablayanda diqqətlə baxın. Bax, 1-in kvadratı, 2-nin kvadratı, 3-ün və sonda 16-nın kvadratı. 1-dən 16-ya qədər ədədlərin kvadratları cəmidir və bundan nə çıxıbdır? 16 çıxıbdır. Mən bu 16-nı, bu çıxılan 16-nı 16 yerə bölürəm. Yəni, çıxaq 1, çıxaq 1, çıxaq 1. Bax, o şəkildə parçalayıram, 16 dənə 1 şəklində yazıram. Və aşağını olduğu kimi saxlayıram. Yuxarını sadələşdirsəm, siz özünüz görəcəksiniz ki, eyni ilə aşağıdakı ifadə alınır və o da bir-birindən ixtisar olunub 1 qalır. İndi gəlin həmin o dediyimi eləyək. Bax, bu yuxarıda 1-in kvadratı. Dedim, bu 16-nı 16 dənə 1 kimi yazıram. Çıxaq 1 yazdım. Bu belə. Bu birinci hissə. Üstə gələk. 2-nin kvadratı çıx 1. Sonra 3-ün kvadratı çıx 1 və s. Sonda 16-nın kvadratı çıx 1. Düzdürmü? Bunu belə yazdım. Bu 16-nı 16 dənə 1 kimi parçaladım. Aşağı dedik hələ ki olduğu kimi qalsın. 1, 3, 2, 4, 3, 5 və s. Sonda 15, 17 kimi qaldı. Bu bərabərdir. 1-in kvadratından 1 çıxanda 0 verir. Buna yaxşı yol. Bu 0'dır, bu getdi. İndi 2-nin kvadratı çıx 1'i. A kvadratı çıxılsın. B kvadratı düsturuna əsasən A minus B. A plus B kimi yazsam, yəni bir dəfə 2 çıxaq 1, bir dəfə 2 üstə gələk 1. 2-dən 1 çıxsam 1 verir, 2-nin üstə 1 gəlsəm 3 verir. Aha, bu belə. Sonra üstə gələk 3-dən 1 çıxsam 2 verir, 3-ün üstə 1 gəlsəm 4 verir və s. Üstə gəl, 16-dan 1 çıxsam 15 verir, üstə 1 gəlsəm 17 verir. Aşağıda da eyni ifadəni gördünüzmü? Aha, deməli... Bunlar bir-birinə bərabər imiş. Sürət məxrəc, ixtisar gedir. Yekunda nə qalır? 1. Mən A-nı nə tapdım? 1 tapdım mı? Aha. İndi baxaq nəyin hesablanmasına. C-nin hesablanmasına. C-ni də hesablayaq. Daha sonra bizdən AC hasilini istəyir. Onu tapaq. C-də
1-dən 2-də 1 çıxanda qalır 2-də 1, 1-dən 3-də 1 çıxanda qalır 3-də 2, 1-dən 4-də 1 çıxanda 4-də 3, 1-dən 5-də 1 çıxanda 5-də 4, daha sonra 1-in üstə 5-də 1 gələndə 5-də 6 verir, 1-in üstə 4-də 1 gələndə 4-də 5 verir, bu 3-də 4 verir, bu isə 2-də 3 verir, düzdürmü? İndi bu da bərabərdir. Heç nə ixtisarımızı aparaq. Baxıram 2 ilə 2, 3 ilə 3, 4 ilə 4 getdi. Sonra bu 5 ilə 5, 4 ilə 4, 3 ilə 3 getdi. Eləmi? Bizdə yekunda nə qaldı? Yuxarıda bir dənə 6 qalır. Aşağıda isə bu 5 ilə bu 2 qaldı. 5 dəfə 2 də eləyir 10. Deməli bu nədir? 0,6. Bizdən də istəyir A vurulsun C hasilini. A'mız 1-dir, C'miz 0,6-dır. Bunu da buna vuranda elə 0,6-nın özünü verir. Keçək növbəti sualın izahına. 83-cü sualda deyilir. Birinci kran boş hovuzu təklikdə 18 dəqiqəyə, ikinci kran isə təklikdə 54 dəqiqəyə doldurur. Hovuzun aşağısında olan üçüncü kran isə, bu boşaldır. Deməli, təklikdə 108 dəqiqəyə boşaldır. Bu 3 kran eyni zamanda açıldıqda hovuzun 7 hissəsi neçə dəqiqəyə dolar? Bundan əvvəlki misallarda biz buna aid test işlədik. Baxaq. Birinci ilə ikinci doldurursa, deməli 18-də 1, düzdürmü? 18 dəqiqəyə doldurursa, 1 dəqiqəyə nə qədərini? 18-də 1-ni doldurar. Sonra ikinci də doldurur. Bu da 54-də 1-ni doldurar. Amma üçüncü boşaldır axı. Bunu çıxmaq lazımdır. 108-də 1-ni. Ümumi hesablasaq nə qədərə dolar? X-də 1 dəqiqəyə. İndi 18, 54, 108. Bunların üçünə də ortaq məxrəc olacaq elə 108. Çünki 108 54-də, 54 18-ə bölünür. Deməli, 108-ə 18-ə bölündü. Bunun içinə düşəcək 6 dəfə. Bunun içinə düşəcək 2 dəfə. Bunun içinə düşəcək 1 dəfə. Tamamlayıcı vuruqlarda yazandan sonra 6 üstə gəl 2 çıx 1 bərabərdir 1 bölünsün X-ə. 6 2 eləyir 8. 1 çıxanda 7. Burada 108 bərabərdir 1 böl X-ə. Mən X-i tapsam bu mənə verəcəkdir 7-də 108. Doğrudurmu? Bu mənim ümumi hovuzum, bütün tam hovuz neçə dəqiqəyə dolar, mən onu tapmışam indi. Amma məndən nə soruşur? Deyir, 7 hissəsi neçə dəqiqəyə dolar? 7 hissəsini tapmaq üçün bu 7-də 108-i 7-yə vurmalıyam. O zaman 7-lər ixtisar olunur. 108-i də 10-a böləndə bu bizə neçə verir? 10,8 dəqiqə. 84-cü sualda analoji qaydada həll olunur. Deməli, indi keçirik digər başlığa, düzgün və düzgün olmayan kəsirlərə. Əvvəlcə onu deyim ki, sürəti məxrəcindən kiçik olan kəsirlər düzgün kəsirlərdir. Sürəti məxrəcindən böyük və yaxud da bərabər olan kəsirlər isə düzgün olmayan kəsirlərdir. Sonsuz dövrə onluq kəsirlər var. Deməli, bir də adi kəsirin onluq kəsirə çevrilməsi, onluq kəsirin adi kəsirə çevrilməsi. Bunlar çox asan mövzular. Deməli, baxaq birinci sualın izahına. Deyir ki, X-in hansı natural qiymətlərində, baxın, X böl 8 kəsiri deyir, bu düzgün olsun. Amma X böl 5 kəsiri düzgün olmayan olsun. Bax, düzgün olmayan. İndi, X böl 8-in düzgün olması üçün X 8-dən kiçik olmalıdır. Həm də X böl 5-in də düzgün olmayan olması üçün X 5 və 5-dən böyük olmalıdır. O zaman mən aşağıdan başlayıram elə. Ən azından X 5 olmalıdır ki, düzgün olmayan olsun. 5 olsa, 6 olsa, 7 olsa, deməli, və digər böyük qiymətlərində də bu düzgün olmayan kəsirə çevrilir. Amma yuxarıdakına da diqqət eləmək lazımdır. Axı yuxarıdakı düzgün kəsir olmalıdır. Mən artıq 7-dən böyük 8 qoysam, bu yuxarıdakı da düzgün olmayana çevrilər. Deməli, elə maksimum, bax, bu qiymətləri verə bilərəm. 5, 6, 7. Doğru cavab olur B variantı. Keçək növbəti sualın izahına. Deyir ki, 220 bölünsün 16 düzgün olmayan kəsirinin tam hissəsini tap. Tam hissəsini tapmaq üçün elə 220-ni nəyə bölərik? 16-ya. 22-nin içində 16 yerləşir neçə dəfə? Bir dəfə. Çıxıram 16-nı. Qalır neçə? 6. 0-ı endirsəm 60-ın içində 16 yerləşər. 3 dəfə. Çıxıram 48-i. Qalır neçə? 12. Deməli, tam hissəsi 13-dür. 13 tam, 16-da 12. Doğru cavab oldu Y bəndi. Baxaq 5-ci suala. Deyir ki, 0,2
2, dövrdə 14. Sonsuz dövr onluq kəsirini adi kəsir şəklində göstər. Baxın, mötərizənin içindəkinin sayı qədər məxrəcə nə yazırsınız? 9. 2 dənə ədəd var deyə 9, 9 yazdım. Sonra mötərizənin qarşısındakı ədədlərin sayı qədər, rəqəmlərin sayı qədər 0 yazıram. Bir dənə 2 var deyə bura bir dənə 0 yazdım. Əvvəlcə bütöv baxırsınız, yəni 214 kimi və çıxırsınız o qarşıdakı 2-ni. 214-dən 2 çıxanda qalır 212 böl 990. Baxırsınız ki, variantda belə cavab yoxdur. Deməli, bu nə olubdur? İxtisar olunmuş şəkildə verilib. 212 ilə bu 990-ı 2-yə ixtisar eləsəm, yuxarıda qalar 106, aşağıda da qalar neçə? 495. Doğru cavab olacaq A bəndi. Keçək 7-ci sualın izahına. Deyir ki, verilmiş kəsirlərdən hansı sonlu onluq kəsir şəklində göstərilə bilməz? Aha, bilməzi soruşur. Elə bildim, deyir ki, bilər. Baxaq, ümumiyyətlə yadınızda qalsın. Kəsiri sonlu onluq kəsirə çevirmək istəyiriksə, onun məxrəci, baxın, məxrəci mütləq 2 və 5 vuruqlarından ibarət olmalıdır. Başa düşdünüz? Ya yalnızca 2-lərdən, ya 5-lərdən, ya da hər ikisi 2 və ya 5, düzdürmü? Amma 2 və ya 5-dən əlavə artıq bir vuruqda varsa, məsələn 3 var, 7 var və s. əlavə vuruq varsa, deməli artıq bu sonsuz onluq kəsirə çevriləcəkdir. İndi baxıram, 20-də 9, düzdürmü? Bunun məxrəci bu 20 nələrdən ibarətdir elə? 2, 2, 5-dən. Aha, deməli bu sonlu onluq kəsir şəklində göstərilə bilər. A getdi. B-yə baxıram. B-də isə 35-də 16 veribdir. 35-i mən nə kimi yaza bilərəm? 5 vur 7 kimi. Artıq burada 5 vuruğundan əlavə bir dənə də 7 vuruğu var. Ona görə də B variantı sonlu onluq kəsir şəklində göstərilə bilməz. Keçək 9-cu sualın izahına. Burada da soruşur ki, hansı sonlu onluq kəsir şəklində göstərilə bilər? Bayaq dediyimiz məxrəci 2 və yaxud da 5 vuruqlarından ibarət olanlar. O zaman baxıram ki, A variantında 48 həm də 3-ə bölünür. Deməli, bunun içində 2-dən başqa 3 vuruğu da var. A getdi. Amma B-yə baxın bir dənə. B-də məxrəc 125-dir. 125 elə 5-in kubu deməkdir. Yəni 3 dənə 5-in hasilidir. 5, 5, 5. Burada 5-dən başqa ayrı vuruq yoxdur. Deməli, elə B variantı sonlu onluq kəsir şəklində göstərilə bilər. Keçək 11-ci sualın izahına. Deyir ki, A-nın hansı natural qiymətlərində 3 bölək A plus 1 kəsiri düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirdə mən dedim ki, sürət məxrəc deməli, düzgün kəsirlərin sürəti məxrəcindən kiçik olur. Düzgün olmayan kəsirlərdə isə sürət məxrəcdən ya böyükdür, ya da bərabərdir. Düzdürmü? Bu belə. İndi bu bərabərsizliyi həll etsəm, A kiçik bərabər olur nədən? 2-dən. Yəni 2-dən kiçik bərabər olan ədədlər hansılardır? 2 və 1. Deməli, A-nın hansı qiymətində? 1 və 2 qiymətində. Doğru cavab oldu C variantı. 13-cü sualda deyir ki, 3n çıxılsın 5 bölək 7. Adi kəsirinin düzgün kəsir olması üçün n-in ala biləcəyi natural qiymətlərin cəmini tapın. Düzgün kəsir dediyinə görə surəti, yəni 3n çıxılsın 5, kiçik olmalıdır nədən? Məxrəcdən. O zaman 3n kiçik olur 12-dən. Hər tərəfi 3-ə bölsək n kiçik olur 4-dən. 4-dən kiçik n-in hansı natural qiymətləri var? Təbii ki 3, 2, 1. Bu qiymətlərin də cəmini istəyir. 1 üstə gəl, 2 üstə gəl, 3. Bu bizə verər. Neçə? 6. Doğru cavab oldu C bəndi. Baxaq 15-ci suala. M-in hansı natural qiymətlərində 5 bölünsün? M kəsiri düzgün olmayan kəsirdir. Düzgün olmayan deyirsə surət, yəni 5 böyük bərabər olmalıdır M-dən. Yəni M kiçik bərabərdir nədən? 5-dən. Belə yazsaq daha doğru olar. 5-dən kiçik bərabər ədədlər elə 5, 4, 3, 2, 1-dir. Doğru cavab nədir? Y bəndi. Baxaq 17-ci suala. Deyir A-nın hansı natural qiymətində 7A üstə gəlsin 6 böl 20 kəsri düzgün kəsir olar. Düzgündürsə yenə deyirəm surət məxrəcdən nədir? Kiçikdir. Bunu həll eləsəm 7A kiçikdir. 20-dən 6 çıxanda qalır 14. O zaman A kiçikdir nədən? 2-dən. 2-dən kiçik hansı natural ədəd tanıyırsınız? Təbii ki 1. Doğru cavab burada nə oldu? Y bəndi. Baxaq 19-cu sualın izahına. Deyir ki, 11-də 4 kəsirini sonsuz dövrü onluq kəsir şəklində göstər. Bunu sonsuz dövrü onluq kəsir şəklində göstərmək üçün budaqlı bölmə qaydasından istifadə edirik. 4-ü başlayıram 11-ə bölməyə. Təbii ki, 4-ün içində 11 yerləşmir. Ona görə yazıram 0 tam. 0 dəfə yerləşir. Sonra mən 4-ün bölünə bir dənə 0 atıram. 40-ın içində 11 yerləşər 3 dəfə.
11 3-ə vuranda eləyir 33. Çıxanda nə qalır? 7. 7-nin bölünə bir dənə də 0 atıram. 70-in də 11 neçə dəfə yerləşir? 6 dəfə. Çıxdım 66-nı, qaldı 4. Aha, indi 0 atsam yenə də 40 eləyir. 40 da yenə 3 dəfə. Çıxıram 33-ü, yenə 7 qalır. 70-də yenə 6 dəfə. Bax, bu ardıcıllıqla da davam edir. 36, 36. Hər dəfə bu təkrarlanır. 3, 6, 3, 6. O zaman 11-də 4 bərabərdir. 0 tam dövrdə 36. Çünki dövrə düşən yer 36-dır. Doğru cavab oldu. C bəndi. Baxaq 21-ə. 45-də 16 kəsirini sonsuz dövr onluq kəsir şəklində göstər. Bunu da sizə saxlayıram. Bayaqki kimi sürəti məxrəcə bölüb hesablayırsınız. İndi 23-ə baxaq. 23-də bayaq elədiyimizin tərsini eləyirik artıq. 0,48, 48 və s. sonsuz dövrə onluq kəsiridir. Gördüyünüz kimi hər dəfə təkrarlanan hissə, yəni dövrə düşən hissə nə olubdur? 48. Mən bunu 0 dövrdə 48 yazdım. Bunu da adi kəsirə çevirmək istəyirəmsə, mötərizənin içindəki sayı qədər məxrəcə nə yazıram? 9'lar yazıram. Olur 99'da 48. Hər ikisi 3'ə bölünən ədəd olduğuna görə bunu 3'ə bölsəm 33, yuxarını 3'ə bölsəm qalır 16. Deməli, cavab 33'də 16'dır. B bəndi. Baxaq 25-ci suala. Deyir ki, məxrəci 13 olan ən böyük düzgün kəsirlə. Ən böyük düzgün kəsir hansı olar? Təbii ki, 13-də 12 olar. Sürəti böyük olan böyükdür çünki. Və ən kiçik düzgün kəsir. Ən kiçik düzgün kəsir də 13-də 1-dir. Bunların nəyin istəyir? Hasilini bir-birinə vursam 169'da 12 verər. Doğru cavab oldu. C bəndi. Baxaq 27-ci suala. Deyir ki, 5A3 bir də burada 5, 7, 3 veribdir. Deməli, 573 verib. Deyir, bu kəsirdə A-nın yerinə hansı rəqəmləri yazdıqda düzgün olmayan kəsir alınır? Düzgün olmayan kəsirin yenə deyirəm surəti, yəni 5A3 böyük bərabər olmalıdır nədən? 573-dən, düzdürmü? Baxırsınız ki, burada 5 ilə 5 eynidir, 3 ilə 3 eynidir. Deməli, nə qalır yerdə? A böyük bərabər olmalıdır 7-dən, bu qalır da, düzdürmü? 7-dən də böyük bərabər hansı rəqəmlər var? 7-nin özü, 8 və 9. Başqası da yoxdur. Doğru cavab olur nə? B variantı. Baxırıq 29-cu suala. Deyir, ifadənin qiymətini hesabla. Bunu 2 yolla eləmək olar. Ya hər ikisini çevirirsiniz ayrı-ayrılıqda və yaxud da baxın, belə bir üsul var. 0,12, 153. Bunu da üstünə gəlirəm. 0,87, 846-nı. Baxın. Bunları toplasaz 3, 6, 9, 5, 4, 9, 8, 1, 9 düzdürmü? Bu oldu mötərizdə 9'lar. 7, 2, 9, 8, 1, 9 burada 0 tam. Elə axırda mən nə aldım? 0,99 dövrdə 999. Bunu çevirmək daha rahatdır artıq. Yazıram məxrəcə 999 sonuna 2 0 qarşıdakı ədədlərə görə. Yuxarıda da 99.999'dan çıxıram 99'u. Yenə də eyni ədədi verirmi? Deməli 0, 0. Aşağıda da eyni ilə 99.900'dür. Bunlar da bir-biri ilə ixtisar gedir. Nə qalır? 1. Doğru cavab oldu. Y bəndi. Baxaq 31-ci suala. Sual belədir. Deyir ki, n-in hansı natural qiymətində 3n bölünsün 2n plus 4 kəsiri düzgün kəsirdir. Yenə də düzgün kəsir olması üçün sürət məxrəcdən nə olmalıdır? Kiçik olmalıdır. N-i bu tərəfə keçsəm 2n-i. N kiçik olur nədən? 4-dən. 4-dən kiçik hansı natural qiymətləri tanıyırsınız? 3, 2, 1. Doğru cavab olur nə? C bəndi. Baxaq 33-cü suala. Hansı bərabərlik doğru deyil? A variantını yoxlayaq. 0 tam dövrdə 6. Bunu 9'da 6 kimi göstərsəm, ixtisar getsə 3'də 2 verir. A bəndi doğrudur. İndi B-yə baxaq. 0 tam dövrdə 2. Bunu da məxrəcinə 9 yazsam 9'da 2 verir. Bu da doğrudur. C-yə baxın. 0 tam 4 dövrdə 6. Bunu 90'da 46 çıxılsın 4 kimi yazsam, bu mənə verəcək 90'da 42. Bunu da 2'yə ixtisar eləsəm, hətta 6'ya da eləyə bilərəm. 6'ya getsə burada 15, burada 7 qalır. Bu eləyir 15'də 7. Bu da düzdür. D bəndindən baxaq. 0,06. Bunu da 90'da 90'da yox, əstəğfurullah. 99'da 6 kimi yazıram. 3'ə ixtisar eləsəm, aşağıda 33, yuxarıda 2 qalar. 33'də 2. D bəndi də doğrudur. İndi deməli yanlış olan elə Y-dir. 0 tam dövrdə 81. Bunu 99'da 81 kimi yazırsınız. Bu da 9'a ixtisar getsə 11'də 9 qalardı. Amma bu nə yazıb? 45'də 37. Deməli doğru olmayan elə Y variantıdır. Baxaq 35-ci suala. Yenə hansı bərabərlik doğrudur? 36'da da eyni ilə. Bunu buraxıram sizin öhdənizə. Bu belə. İndi keçək 37-ci suala. Məxrəci 16 olan
düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? Təbii ki, düzgün kəsirlər dediyinə görə məxrəci 16 olan neçə dənə düzgün kəsir tanıyırsınız? 16-da 1, 16-da 2 və s. sonda gəlir neçədə bitir? 16-da 15, düzdürmü? Bunlardan neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar deyir. Bunların hər birinin məxrəci onsuz da 16-dır da. 16 da ancaq ikilərin hasilindən ibarətdir. Bunun içində başqa vuruq yoxdur. Deməli, bunların hamısını sonlu onluq kəsir şəklində göstərə bilərəm. 1-dən 15-ə qədər neçə dənə ədəd var? Elə 15 dənə ədəd var da. Çünki 15-dən 1-i çıxıram, üstünə də 1 əlavə edirəm. Hər iki tərəf parça olduğuna görə eləyir 15. Deməli, neçə dənədir? 15 dənə. Y bəndi. Baxaq 39-cu suala. Hesablama. Adi hesablamadır. Deməli, yuxarıda var 2, aşağıda. Nə yaza bilərəm? 9-da 3, 9-da 4. Sonra 9-da 4, 9-da 5. Daha sonra üstə gəl. 9-da 5, 9-da 6. Düzdürmü? İndi bunu bir qədər də sadələşdirək. Görürsünüz ki, 9, 9 nə verir? 81. Həmin 81-i qaldırıram yuxarı. 2-ni 81-ə vuranda olur 162. Aşağıda da qaldımı 3 vuraq 4. Sonra üstə gələk. Yenə də 9 dəfə 9, 81. Bu da 162 eləyir. Aşağıda 4 vuraq 5. Sonra üstə gələk. 162 bölək 5 vuraq 6. Belə. İndi yuxarıda gördüyünüz kimi hər üçündə 162 var. Bunu ortaq çıxartdım. Məxrəclər arasındakı fərq 1-ə bərabərdir. Çünki 3, 4, 4, 5 bunların hamısı 1-dir. Bunu çıxardandan sonra bu hissədə qalır 162-ni götürəndən sonra 3-də 1. Bu sonuncu hissədə qalır 6-da 1. Bunları çıxıram. Olur 162 vuraq. 3-də 1-dən 6-da 1 çıxanda olur 6-da. Deməli 2 çıxılsın 1, o da eləyir 1. 162-ni də 6-ya bölsək 16-nın içində 6 yerləşər. 2 dəfə 12 qalır 4, 42-də də 7 dəfə. Doğru cavab oldu neçə? 27 C bəndi. Baxaq 40-cı sualın izahına. Əvvəlcə baxırıq. Bizə deyir ki, B 4-dən kiçik bərabərdir. Yəni B hansı ədədlər ola bilər? 4-dən kiçik bərabər 4, 3, 2, 1, 0 da ola bilərdi rəqəm olaraq, amma 0 götürmürük. Niyə? Çünki B burada əvvəldə də işlənibdir. Və yəni A ilə B 0 ola bilməyəcək, çünki hər ikisi əvvəldə işlənibdir. 0-dan başlayan ədəd yoxdur. Deməli, B-nin ala biləcəyi qiymətlər 4, 3, 2, 1-dir. Bunları yadımızda saxlayaq belə. İndi neçə düzgün kəsir var deyir. Düzgün kəsirində sürəti məxrəcindən dedik nə olmalıdır? Kiçik. Yəni AB kiçik olmalıdır nədən? BA-dan. Doğrudurmu? Mən BA-nı keçirdirəm bərabərsliyin bir tərəfinə. Olur AB çıxılsın BA kiçikdir nədən? 0-dan. Bunu onluq şəklində açsam. Olar 10A üstə gəl B, 10B çıxılsın A kiçikdir 0. Baxaq 10A-dan A çıxanda qalır 9A, çıx 9B kiçikdir 0. Hər tərəfi 9-a bölsəm olur A çıxılsın B kiçikdir 0-dan. B-ni də bu tərəfə keçirsəm olur A B-dən kiçikdir. Aha, A-nın da B-dən kiçik olduğunu tapdım. Deməli, bax B 4, 3, 2, 1 olanda A hansı qiymətləri ala bilər? Deməli, 4 olanda 4-dən kiçik hansılar var? 1 var, 2 var, 3 var. 3 olanda 3-dən kiçik hansılar var? 1 var, 2 var. Bəs 2 olanda 2-dən kiçik nə var? 1 var. 1 olanda da 1-dən kiçik 0-da, 0-da dedik ola bilməz. Deməli, onda ümumi saysaq görərik ki, baxın 1, 2, 3, 4, 5 və 6. Neçə dənə düzgün kəsir var? 6 dənə. İndi gəlin həmin kəsirləri göstərək. Məsələn, dedik ki, B4 elə 1 qiymətindən başlayaq. B1 olanda artıq A-nı biz 0 götürə bilmirik. Ona görə 2-dən başlayırıq. Deməli, 2-dən kiçik 1 var. O zaman AB 12, burada 21. Düzdürmü? 1, 2, 2, 1. Sonra 3 olanda A hansı qiymətləri ala bilər? 1 və yaxud da 2-ni. Onda yaza bilərəm bir dəfə 31-də 13. Bir dəfə də 2 olsa yazaram 32-də 23. Düzdürmü? 3 dənə oldu artıq. İndi keçirəm 1, 2, 3-ü yazmağa. B 4 olanda bu olur 43-də 34. Sonra B 4 olanda 42-də 24. Bir də B 4 olanda 41-də 14. Həqiqətən də neçə dənədir? 6 dənədir. Keçək 41-ci sualın izahına. Deyir ki, 6 tam dövrdə A bərabərdir 3-də 19 bərabərliyindən A-nı tapın. Bunu çevirəndə 6 tam 9-da A şəklində yazıram.
Bu olur 3-də 19. Çevirsəm düzgün olmayan kəsrə. 6-nı 9-a vururam, üstünə də A-nı gəlirəm. 6 9 54. 54 üstə gəlsin A. Bərabərdir 3-də 19. Çarpaz vursaq görərik ki, 3 vurulsun 54 üstə gəl A bərabərdir 9 vuraq 19. Bu 3 ilə bu 19-u ixtisar aparıram. Burada qalırmı 3? Olur 54 üstə gəl A bərabərdir. 19-u 3-ə vursaq eləyir 57. Aha 30 27 57. O zaman A da bərabər 57-dən 54 çıxsam nə qalır? 3. Deməli A-nın qiyməti neçə oldu? 3. Keçək növbəti sualın izahına. 43-də deyir ki, A-mız 0,6-dır, B-miz 0,3-dür. Hesablayın nəyi? 2 üstə gəl A bölək 2-də 1 çıxılsın B-ni. Mən bunları düzgün olmayan, düzgün kəsrə çevirirəm, adi kəsrə çevirirəm. Bu olur 9-da 6, ixtisar getsə nə qalır? 3-də 2. Bu da olur 9-da 3, ixtisar getsə nə qalır? 3-də 1. Yerinə gətirib yazıb hesablayırıq, başqa da heç nə. 2 üstə gəlsin. A dedik nə oldu? 3-də 2 bölək 2-də 1 çıxılsın 3-də 1. Bu bərabərdir. 2-nin üstə 3-də 2 gəlindi. 2 dəfə 3, 6, 2 gəlindi. 8 bölək 2 ilə 3 ortaq məxrəc 6-dır. 3-dən 2 çıxanda qalır 1. Bunu da bölmək nə deməkdir? Birinci hissə olduğu kimi qalır. İkincinin tərsinə çevirib vururlar. 6 ilə 3 ixtisar getsə qalar 2. 8 dəfə də 2 nə verər? 16. Deməli, doğru cavab neçə oldu? 16. Keçək növbəti sualın izahına. 45-ci suala baxaq. Deyir ki, A və B rəqəmləri üçün 0 B dövrdə A. Bu nəyə bərabərdir? 9-da 4-ə. O zaman 9B üstə gəl A ifadəsinin qiymətini istəyir. Deməli, təbii ki, bunu sadələşdirib çevirmək lazımdır. Çevirəndə mötərizənin içində qədər 9, qarşısına qədər 0 yazdıq 90-da. Baxın, B A-ya bütöv baxıram. B A-dan çıxmalıyam bu qarşıdakı B-ni. Düzdürmü? Bərabərdir 9-da 4-ə. İndi yuxarıda onluq şəkildə açsam, olar 10 B üstə gəl A çıxılsın B böl 90 bərabərdir 9-da 4. 10 B-dən B çıxanda qalır 9B üstə gəl A böl 90 bərabərdir 9-da 4. Düzdürmü? İndi bizdən nəyi soruşurdu? 9B üstə gəl A-nı istəyir də. Bunu da tapsaq, çarpaz vuruq. 9B üstə gəl A bərabərdir. Baxın, qarşısındakı düşür hara? Məxrəcə. 90-ı da vururam nəyə? 4-ə. 90-ın 9 ixtisar gedir, qalır 10. 10-u da 4-ə vuranda eləyir 40. Deməli, 45-ci sualda cavabımız 40-dır. 46-cı sualı da ondan fərqlidir deyə 46-cı sualda gəlin izah eləyək. Deməli, 46-cı sualda 1 bölək. Baxın, 0 tam dövrdə A nə deməkdir? 9-da A. Doğrudurmu? Sonra 1 bölək 0,0 A nə deməkdir? Bu artıq 90-da A sayılır. Bu da 1 bölək 900-də A sayılır. Cəminin qiyməti deyir 333-ə bərabər olarsa A rəqəmini tapın. Bu da mərtəbəli kəsir deyə tərsinə çevrilir axı 1-ə böləndə. Olur 9 bölək A üstə gəl 90 bölək A üstə gəl 900 bölək A. Bərabərdir 333-ə. Məxrəc eyni olduğuna görə olduğu kimi qalır. Sürətlər toplanır. Olur 999 bərabərdir 333-ə. Çarpaz vururam 333 A 999-dursa o zaman A nə imiş? 999-u bölürəm 333-ə eləyir 3. Keçək növbəti sualın izahına. 47-ci sualda deyir ki, yenə də kəsrlərin uyğunluqdur, düzgünlüyünə, düzgün olmayanlığına aiddir. Birincisində nə deyir? Deyir ki, 7A3 bölünsün 772 düzgün kəsirdir. O zaman onun sürəti məxrəcindən nə olmalıdır? Kiçik olmalıdır, düzdürmü? İndi bunların kiçikliyini yoxlayanda natural ədədlərdə ədədlərin müqayisəsi var idi, düzdürmü? Bax, orada da bax, bu 7 əvvəli eynidir deyə bu əvvəlinə baxmayın. Yerdə nə qalır? A3 kiçikdir nədən? 70. 7-lər getdi. A burada hansı qiymətləri ala bilər o zaman? 0, 1, 2, 3, 4, 5, 6 ala bilər. Doğrudurmu? 1, 2, 3. İndi uyğunluğa baxaq. Uyğunluqda baxsaq, görərik ki, bunu bir dənə sileyim. Birinciyə uyğun gələcəkdir nə? A-nın deyir ən kiçik qiyməti 7-dir. Xeyr.
7 yoxdur. B-də deyir, A-ların cəmi 24-dür. Toplasaq, görərik ki, bizə 21 verir. B variantı aid deyil. C-də deyir, A-nın ən kiçik qiyməti 1-dir. Xeyr, 1 deyil, 0-dır. D-də deyir, A-nın ən kiçik qiyməti 0-dır. Bəli, 1-ə uyğun gəlir D. Y-də deyir ki, A-ların sayı 7-dir. Bəli, 0-dan 6-ya qədər 7 dənə ədəd var. 1-ə uyğun gəldi, deməli D ilə Y. İndi baxırıq nəyə? İkinciyə. İkincidə deyir ki, yenə də A7, 8. Bu düzgün kəsirdirsə, yenə də sürət kiçik olacaq 7A7, yəni məxrəcdən. Bu bundan kiçikdirsə, baxaq. A-ya əvvəldə də gəlib, ortada da gəlib. Əvvəldə gəldiyinə görə 0 verə bilmirəm. Ən kiçik A nə ola bilər? 1 olmalıdır ki, bax bu 7 ilə başlayır, kiçik olsun. Deməli, A-nın ala biləcəyi qiymət, baxıram, 1-dir. 2 qoysam 278 kiçik olar bundan. 3 qoysam ödəyər, 4 qoysam yenə də kiçik olur, 5 qoysam 6 qoysam yenə kiçik olur. Baxıram 7 qoyanda 778 777-dən kiçik olmur. Deməli 6-ya qədər qiymətlər ala bilir. O zaman baxıram hansı variant uyğundur. Deyir ki, A-nın ən kiçik qiyməti 7-dir. Xeyr. B-də deyir A-ların cəmi 24. Xeyr, cəmi 21 eləyir. C-də deyir ki, A-nın ən kiçik qiyməti 1-dir. Bəli, ən kiçik qiyməti həqiqətən də 1-dir. O zaman 2-yə uyğun gəlir C. D ilə Y-ni də yazmışıq. Deməli C, D, Y variantları getdi, çıxdı aradan. İndi qaldı 3-cü. 3-cüdə deyir ki, A54 böl 754 düzgün olmayan kəsir. Düzgün olmayansa bu bundan böyük bərabər olmalıdır. Sürət məxrəcdən böyük bərabər olmalıdır. Bu sonu 54-54-dürsə eynidir. Yəni A böyük bərabər olmalıdır. Nədən? 7-dən. Yəni A-nın ən kiçik qiyməti 7 olmalıdır. Daha sonra 7-dən böyük. Həqiqətən də B-yə baxıram, uyğun cavablara baxıram. A variantda deyir A-nın ən kiçik qiyməti 7-dir. Bəli, 3-ə uyğun gəlir A bəndi. B-də də deyir ki, A-ların cəmi 24. Xeyr, 7-dən böyük istənilən rəqəm 8, 9 və s. arta gedir. Onların cəmini də biz bilə bilmərik. Ona görə də deməli 1-ə D, Y, 2-yə C, 3-ə A. Keçək 48. Eyni ilə 47-ci sualın təkrarıdır. Baxaq 49-cu suala. 49-cu sualda sadəcə sadələşdirib alınan ifadələri tapmaq lazımdır. Yəni çevirmə aparırıq. Birinci hissəni çevirsək görərəm ki, bu 9-da A verir, üstə gəl 9-da B. Daha sonra aşağıda 10-da A, üstə gəl 10-da B. Ortaq məxrəc yuxarıda 9 olur, A plus B, aşağıda 10 olur, A plus B. A plus B-lər getdi. Bunlara yaxşı yol. Yuxarıda qaldı 9-da 1, aşağıda qaldı bölək 10-da 1. Bu da tərsinə vuranda olur 10 böl 9. Deməli, birinci ifadəni sadələşdirdikdə 10 böl 9 alınır. Yazıram 1, 2, 3. 1-ə uyğun gəldi Y bəndi. Y-yə yaxşı yol. Bu getdi. Sonra deyir sadələşdirdikdə düzgün kəsir alınır. Xeyr. Bu düzgün olmayan kəsirdir. İndi baxaq ikincini sadələşdirək. 0 tam A. Bunu 10-da A yazıram. Bu da 10-da B deməkdir. Aşağıya baxaq. Bu 99-da A-dır. Bu da 99-da B-dir. Daha doğrusu A A-dır. B B-dir. Düzdürmü? Aha. İndi yuxarıda 10 ortaq məxrəcdir. 10 qalır. Yazıram A üstə gəl B. Aşağıda isə 99 ortaqdır. Yazıram A üstə gəl BB. Bunu da onluq şəkildə açsam, bu mənə 11A, 11B verər. Düzdürmü? Onu da bir qədər də sadələşdirək. Yuxarıda A üstə gəl B böl 10 var. Aşağıda da 11 ilə 11-i ortaq çıxardıb 99 ilə ixtisar aparsam, olar A plus B böl 9. O zaman A plus B-lər yenə də gedir. Qalır 10-da 1 bölək 9-da 1. Bunu da tərsinə çevirsəm 10-da 9 eləyir. Düzdürmü? Baxaq indi hansı variant uyğundur? 0,9 alınır sadələşdirildikdə. Bu uyğundur. Bir dənə D bəndi. Sonra B variantında deyir ki, sadələşdirildikdə düzgün kəsir alınır. Bəli, bir də B bəndi. Deməli 2-yə B, D. İndi üçüncüyə baxaq. Üçüncüdə də deyir ki, A tam dövrdə AA. Bunu necə yazacağam? A tam 99-da AA. Belə. Sonra B tam 99-da BB. Sonra bölək 10-da 9-da A üstə gəl 9-da B. Bir qədər qarışıq görsənir, amma sadələşdirmək olar. Tam hissəsi baxın. A B-dir də, düzdür. O zaman mən bunu A plus B-ni qabağa yazdım. Bu belə qarışmasın heç. Sonra A plus B-ni qabağa yazdım. Burada qaldı 99-da 11A üstə gəl 11B. 11-i də çıxardanda belə olur.
Sonra 11 ilə 99 ixtisar gedəcək. Burada 9-da A plus B. Düzdürmü? İndi 11 ilə 99 ixtisar gedəndə 9 qalır eləcə aşağıda. Deməli A plus B bölü 9, aşağıda da A plus B bölü 9 var. Onda bunlar da bir-birindən, bax bununla bu. Bir-birindən ixtisar getdi mi? Elə yuxarıda nə qaldı? A plus B qaldı. A plus B də deməli sadələşdirdikdə deyir 9 alınır. Xeyr, 9 alınmır axı. Gəlin belə eləyək. Deməli, burada A plus B-ni tam hissəni ayrı şəkildə saxlamayaq. Deməli, baxaq. Bunu silirəm buradan. Deməli, biraz da yerimiz geniş olsun deyə. Bax, yazıram 3-cü. A tam 99-da A A-dır. Düzdürmü? Üstə gələk. B tam 99-da. B, B. Məxrəcdə nə veribdir? O 9-da A, üstə gəl 9-da B. Bu bərabərdir nəyə? Yuxarıda. Düzgün olmayan kəsirə çevirəndə 99A üstə gəl A, A-dır da. Düzdürmü? 99A üstə gəl. Baxaq, bu A, A. Sonra burada da 99B üstə gəl B, B. Aşağıda da 9 ortaq məxrəcdir. A plus B-yə çevrilir. İndi bu bərabərdir nəyə? Baxın, bu A, A-nı açsam, 10A üstə gəl A, eləyirmi 11A? 99A-nın üstünə 11A gəlsəm, bu mənə verəcəkdir 110A. Bu belə. 110A böl 99 üstə gəl. 110B bölək 99. Aşağıda da A plus B bölək 9 var. İndi yəqin ki, cavabımız alınar. Çünki baxın, yuxarıdan 110-u ortaq çıxartsam. 110-u çıxartdım. Bu da 99. Burada qaldı mı A plus B? Aşağıda da A plus B böl 9 var. A plus B-lər getdi. Elə bil ki, 110 böl 99-u bölürəm 9-da 1-ə. Bunu da tərsinə çevirib vururlar. 110 böl 99-u vururam 9-a. 9 ilə 99 ixtisar gedir, qalır 11. Deməli, 110-u da 11-ə böləndə bu mənə verəcəkdir neçə? 10. Həqiqətən də 10 alındı. Deməli, sadələşdirdikdə 10 alınır. Bəli, 3-ə də uyğun gəldi. Hansı variant? A variantı. Keçək növbəti sualın izahına. 50-ci sual da 49-cu suala analojidir. Baxaq 51-ci sualın izahına. Deyir ki, 5m minus 4 bölü 2m plus 13 kəsirinin düzgün kəsir olması üçün, düzgün kəsir olması üçün n-in aldığı natural qiymətlərin cəmini tapaq. Düzgün kəsirdirsə, yenə də sürət kiçik olmalıdır. Nədən? Məxrəcdən. Həll eləsək, 3n kiçikdir 17-dən, n də kiçikdir 17 böl 3-dən. 17-ni 3-ə böləndə bu bizə verir 5 tam 3-də 2. Düzdürmü? 5 tam 3-də 2-dən kiçik hansı natural ədədlər var? 5, 4, 3, 2, 1. Düzdürmü? Bunların da cəmini istəyir. Heç nə. Toplayırsınız. Bu da sizə verir neçə? 15. Doğru cavab oldu 15. 52-ci sual eyni ilə. Baxaq 53-ə. Deyir, yenə də n natural ədədinin kəsirini düzgün kəsirə çevirən qiymətlərinin cəmini tapaq. Yenə də düzgün kəsir olması üçün sürət məxrəcdən kiçik olur. Bunu hesablayırsınız. Amma n-i tapanda n-in 4-dən böyük bərabər qiymətlərini götürürsünüz. Bu dəfə sizə şərt veribdir. Bayaqki ilə eynidir. Sadəcə olaraq bu dəfə şərt də veribdir. Baxırıq. N kiçik olur nədən? 11-dən. 11-dən kiçikdir. 11-dən kiçik 19 düz 1-ə qədər natural ədədlər var. Amma həm də n nədən böyük bərabər veribdir sizə? 4-dən. 4-dən böyük bərabər hansı qiymətlərdir? Elə 4, 5, 6, 7, 8, 9, 10. İndi həmin qiymətlərin də cəmini istəyir. Biz bunları toplasaq, deməli, bizə neçə verəcəkdir? 4, 5, 9. 9, 6, 15. Düzdürmü? 7 ilə 8 də 15 verir. Oldu 30, 39, 10 da bu. Nə verəcək? 49. Doğru cavab oldu 49. Baxaq növbəti suala. 55-də deyir. A-nın neçə qiymətində ifadəsinin qiyməti düzgün kəsir olar? Baxaq. Deməli, 0 tam 2 dövrdə A üstə gəl 0 tam A dövrdə 3. Bunu sadələşdirək. Bu olur 90-da 2A çıxılsın 2. Düzdürmü? Üstə gələk. Bu da 90-da yenə 90 da deyib
9A yazıram çaşıb. 90-da A3 çıxılsın A. Doğrudurmu? İndi bunu yenə də bir qədər sadələşdirmək lazımdır. Ortaq məxrəc 90-ın özüdür. Gördüyünüz kimi. 90-ın özü ortaqdır. Bu 2A-nı mən necə açıram? 20 üstə gəl A kimi. Çıxılsın 2. Üstə gələk. Baxaq. A3-ü 10A üstə gəl 3. Çıxılsın A kimi açdım. O zaman 90 yenə də qalır yerində. 20. 20-dən 2 çıxsam 18. 18 üstə də 3 gəlsəm olacaq 21. Bu A ilə bu A-ya yaxşı yol. Burada qaldı mı bir dənə 10A. İndi baxırıq. Deyir ki, kəsiri düzgün kəsir olsun da. Düzgün kəsirin də surəti, yəni 21 üstə gəl 10A kiçik olmalıdır onun məxrəcindən. O zaman 10A kiçikdir. 90-dan 21 çıxanda qalır 69. A da kiçikdir nədən? 69-u ona böləndə 6,9-dan. 6,9-dan kiçik hansı qiymətləri tanıyırıq? Deməli, A-nın neçə qiymətindədir? Tanıyırıq 6, 5, 4, 3, 2, 1. İndi A-nın neçə natural qiymət demir. Eləcə neçə qiymətində dediyinə görə 0-ı da götürək. Çünki 0 qoysaq, baxın, onu 0-a vuran 0, 90-da 21 yenə də düzgün kəsir olur. Çünki burada yazıb ki, A rəqəmdir. Baxırsınızmı? A rəqəmdir. O zaman 0-ı da götürmək olar. İndi neçə qiymətində? 7 dənə qiymətində. 55-in sualı cavab oldu 7. 56 da eyni ilə həll olunur. Aha, suallarımız bitdi. Testlərin davamını növbəti videoda izah edəcəm. Sağ olun.